Bilal müəllimin onlayn dərslərinə qoşulmaq üçün aşağıda yazdığımız nömrə ilə əlaqə saxlaya bilərsiniz uşaqlar. Arximed qüvvəsi, Arximed qanunu mövzusu ilə davam edirik. Birinci sualda, cisim kerosinə batanda 2 kiloqram kerosin sıxışdırıb çıxarırsa, cismə təsir edən Arximed qüvvəsini hesablayın. Cismə batan, daha doğrusu mayeyə batan cismin, belə deyək, mayenin sıxışdırıb çıxardığı cismin çəksi Arximed qüvvəsinə bərabərdir. Yəni biz burada Arximed qüvvəsini hesablamaq istəsək, M vurulsun J düsturundan istifadə edə bilərik. 2 kiloqram kerosin, sərbəst düşmə təcili də 10 Newton bölü kiloqram. 2-ni 10-a vurarıq və Arximed qüvvəsinin 20 Newton olduğunu taparıq. İkinci sualda da eyni məntiqlə, sadəcə burada suyun kütləsini istəyir. M bərabərdir, F bölü J düsturundan istifadə edə bilərik. 20 Newton Arximed qüvvəsi və 10 Newton bölü kiloqram sərbəst düşmə təcilinin qiymətidirsə, burada sıxışdırıb çıxardığı suyun kütləsinin 2 kiloqram olduğunu taparıq. Mayeyə tam batırılmış cismə təsir edən Arximed qüvvəsi hansı ifadə ilə təyin olunur? Arximed qüvvəsi Rho maye vurulsun V batan vurulsun J düsturu ilə təyin olunur. Əgər cisim mayeyə tam batmışdırsa, o zaman batan hissənin həcmi cismin həcminə bərabərdir. Yəni, buradan sualımızın cavabı B variantı alınır. Dördüncü sualda, mayeyə tam batırılmış cismə təsir edən Arximed qüvvəsi hansı ifadə ilə təyin olunur? Arximed qüvvəsi Rho maye vurulsun tam batıbsa V cisim vurulsun J yaza bilərik. Buradan Arximed qüvvəsi bərabərdir. Rho maye vurulsun J-ni olduğu kimi yazıram. Cismin həcminin yerinə isə cismin kütləsi bölünsün cismin sıxlığı yaza bilərik. O zaman yazıram M bölünsün Rho cisim. Sualımızın cavabı Y variantı alınır. Beşinci sualda, mayeyə tam batırılmış M kütləli cismin çəksi hansı ifadə ilə təyin olunur? Cismin mayedəki çəksi onun vakuumdakı çəksindən Arximed qüvvəsi qədər azdır. MC çıxılsın P ifadəsi ilə hansı fizik kəmiyyət təyin olunur? MC-ni yazdım. P burada cismin mayedəki çəksidirsə, o zaman P-nin yerinə biz MC çıxılsın F Arximed yaza bilərik. Bu da bərabərdir. MC-dən MC-ni çıxarıq. 0 olar, geriyə bir dənə Arximed qüvvəsi qalar. Deməli, bu ifadə cismə təsir edən Arximed qüvvəsinə bərabərdir. Mayələrin sıxlığı areometr adlı cihazla ölçülür. Areometrin iş prinsipi Arximed qüvvəsinə əsaslanır. Bərk cismin bir cins mayeyə tam batırılmışdır. Batma dərinliyi artdıqda ona təsir edən Arximed qüvvəsi dəyişməz. Belə deyək, cisim əgər mayeyə tam batmışdırsa, cisim istəyir burada olsun. Cisim istəyir burada olsun, cisim istəyir burada olsun, ona təsir edən Arximed qüvvəsi dəyişmir. Bərk cisim bir cins maye tam batırılmışdır. Batma dərinliyi azaldıqda ona təsir edən Arximed qüvvəsi 9-cu məsələdəki kimi cisim istəyir buradakı dərinlikdə olsun. İstəyir buradakı dərinlikdə olsun, istəyir buradakı dərinlikdə olsun. Yetər ki, mayenin içərisində tam batmış olsun, ona təsir edən Arximed qüvvəsi dəyişməz. Növbəti sualda, deməli, Arximed qüvvəsinin yerinə yaza bilərik. Rho maye vurulsun V vurulsun J. Məxrəcdəki V vurulsun J-ni də olduğu kimi yazıram. V vurulsun J-lər ixtisar gedir və geriyə mayenin sıxlığı qalır. Növbəti sualda, Arximed qüvvəsinin yerinə yenə Rho maye vurulsun V vurulsun J yazıram. Burada Rho vurulsun J-ni də məxrəcdə olduğu kimi yazdım. Rho'lar getdi, J-lər getdi. Geriyə qaldı V. V də burada cismin həcmidir. Mayeyə batan hissəsinin həcmidir deyə bilərik. Növbəti sualda, P burada cismin mayedəki çəksidirsə, cismin mayedəki çəksi üçün MC çıxılsın Arximed qüvvəsi, yəni Rho maye vurulsun V vurulsun J yaza bilərik. Burada yazıb üstə gəl Rho V J.
Bu mənfi, bu müsbət bir-birini apardı, geriyə mc qaldı. Mc də cismin vakuumdakı çəkisidir. Növbəti sualda. Burada P cismin maydəki çəkisidirsə, o zaman yaza bilərik. Mc çıxılsın F Arximed. Buradakı ifadə rho maye vurulsun M bölünsün rho cisim vur C ifadəsi də elə Arximed qüvvəsinin özüdür. Buradan Arximedlər gedəndən sonra geriyə mc qalar. Mc də cismin vakuumdakı çəkisidir deyə bilərik. Maye batırılmış cismə maye tərəfindən şaquli yuxarı istiqamətdə təsir edən qüvvə Arximed qüvvəsidir. Cədvəldə müxtəlif maddələrin sıxlıqları verilmişdir. Hansı maddədən hazırlanmış bütöv cisim civədə üzər? Civədə üzməsi üçün onun sıxlığı civənin sıxlığından kiçik olmalıdır. Burada sıxlığı civənin sıxlığından kiçik olan nə var? Baxırıq. Qızıl civədən sıxlığı böyükdür. O zaman qızıl olmaz. Wolframın da sıxlığı civədən böyükdür. O zaman wolfram da olmaz. Çünki bunlar batar mayenin içərisində. Qurğuşunun sıxlığı baxıram ki, civənin sıxlığından kiçikdir. O zaman qurğuşun civədə üzər. Misin sıxlığı da civədən kiçikdir. O zaman mis də civədə üzər. Poladın sıxlığı da civədən kiçikdir. O zaman polad da civədə üzər. Yəni burada sualımızın cavabı qurğuşun, mis və polad olmalıdır. Yəni Y variantı. Növbəti sualda suda üzən eyni ölçülü, yəni həcmləri bərabər olan cisimlər sıxlıqları arasında hansı münasibət doğrudur deyə bizdən soruşur. Bir dənə düstur deyəcəm. Bu düstur mövzuda dəhşətli dərəcədə çox istifadə olunacaq. Yəni bu düsturu mütləq şəkildə yadınızda saxlayın. Həmən düstur bu şəkildə ifadə olunur. Rho cisim bölünsün rho maye bərabərdir V batan bölünsün V cisim. Bax, bir dənə bu düsturu yazdım. Bu düsturdan çox istifadə eləyəcəyik. Yəni bu düsturu mütləq şəkildə yadınızda saxlayın. İndi biz nəyi müqayisə eləyirik? Tirciklərin sıxlıqları. Tircik nədir? Cisimdir. Deməli biz cismin sıxlığını tapmalıyıq burada yazdığımız düsturdan. O zaman yazıram cismin sıxlığı bərabərdir. Çarpazında V cisim var, çarpazında V cismi yazıram. Yuxarıda isə rho maye və V batanlar bir-birinə vurulur. Yazıram mayenin sıxlığı vurulsun batan hissənin həcmi. İndi baxın. Suda üzən, yəni hər biri mayedə üzür. O zaman mayenin sıxlığı sabitdir. Deyir ki, eyni ölçülü, yəni həcmləri bərabərdir. O zaman biz nəyə baxmalıyıq? Cismin sıxlığının böyük olması üçün batan hissənin həcmi böyük olmalıdır. Yəni hansının daha çox hissəsi batıbsa, o zaman onun sıxlığı böyükdür. Burada ən çox hissəsi batan 3'dür. Deməli 3'ün sıxlığı ən böyükdür. 2'nin biraz az hissəsi batıb. O zaman 2'nin sıxlığı biraz kiçikdir. 1'in isə ən az hissəsi maye daxilindədir. O zaman 1'in sıxlığı ən kiçikdir. Rho 3, Rho 2, Rho 1 şəklində sıralanar. Yəni sualımızın cavabı D variantı olmuş olar. Növbəti sualda suda üzən eyni ölçülü tirciklərin sıxlıqları arasında hansı münasibət doğrudur? 17-ci məsələdə dediyimiz düsturu yenidən yazıram. Cismin sıxlığı bərabərdir. Mayenin sıxlığı vurulsun batan hissənin həcmi bölünsün cismin həcmi. Əvvəlki məsələdə bu düsturu yazmışdıq. Deməli, burada biz cismin sıxlığının böyük olmasını istəyiriksə, batan hissənin həcminin böyük olması lazımdır. Ən çox batan hansıdır? 3'üncüdür. O zaman 3'ün sıxlığı ən böyükdür. Sonra 1'dir. Deməli 1'in sıxlığı növbədə gəlir. Ən az batan isə 2'dir. O zaman 2'nin sıxlığı ən kiçik olmalıdır. Rho 3, Rho 1, Rho 2 şəklində sıralanacaqdır deyirik. Növbəti məsələdə kütləsi 10 kiloqram olan cismin həcminin 2/1 hissəsinə qədər bataraq suda üzür. Cismə təsir edən Arximed qüvvəsini hesablayın. Gözəl insanlar, Arximed qüvvəsi mövzusunda əgər sizə deyilirsə üzür, o zaman bir dənə şərt ola bilər. Arximed qüvvəsi mütləqdir ki, ağırlıq qüvvəsinə bərabər olsun. Başqa bir şey ola bilməz. Təbii ki, cisim ipdən asılmayıbsa, ipdən bağlanmayıbsa, yəni sadəcə cisim maye daxilində üzürsə. O zaman bərabərdir. Cismin kütləsi 10 kiloqramdır. Sərbəst düşmə təcili 10 Newton bölü kiloqramdır. Bunları bir-birinə vursaq, Arximed qüvvəsinin 100 Newton olduğunu
taparıq. Növbəti məsələdə də eyni qaydada deyir ki, üzür. Üzür sözünü görürsünüzsə, deyin ki, müəllim, Arximed qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Başqa variant ola bilməz. Kütləsi 30 kiloqram. Sərbəst düşmə təcilinin qiyməti 10 Newton bölü kiloqram. Bunları bir-birinə vursaq, Arximed qüvvəsinin 300 Newtona bərabər olduğunu görərik. Növbəti sualda cismin sıxlığı mayenin sıxlığından 3 dəfə kiçikdir. Baxın, cismin sıxlığı mayenin sıxlığından 3 dəfə kiçik imiş. Bizə deyir ki, hansı hissəsi mayedə batar? Bayaq sizə bir düstur vermişdim. Deməli, belə yazaq. Rho cisim bölünsün rho maye bərabərdir. V batan bölünsün V cisim. Bax, bu düsturdan istifadə edərək biz tapacağıq ki, hansı hissəsi mayedə batırmış. O zaman yazıram, batan hissənin həcmi bərabərdir. Rho maye ilə çarpaz şəkildə vurulur. Rho mayeni məxrəcdə yazdım. Rho cisimlə V cisimdə çarpaz olaraq vurulur. Rho cisimlə V cismi də burada yazdım. İndi bizə deyir ki, cismin sıxlığı mayenin sıxlığından 3 dəfə kiçikdir. Yəni biz burada rho mayenin yerinə rho maye bərabərdir 3 rho cisim yaza bilərikmi? Yaza bilərik. O zaman yazıram, batan hissənin həcmi bərabərdir. Mayenin sıxlığı yerinə 3 dənə cismin sıxlığı yazıram. Kəsrin surətində olanları olduğu kimi yazdım. Rho cisim vurulsun V cisim. Bax, bunlar getdi, qaldı geriyə nə? V batan bərabərdir 3də 1 V cisim. Yəni cismin həcminin 3də 1 hissəsi mayeyə bataraq üzür. Deməli, sualımızın cavabı A variantı olmalıdır. Növbəti sualda suda üzən cismin həcminin 4də 1 hissəsi suya batmışdır. Cismin sıxlığını hesablayın. Bax, əvvəldə də sizə dedim ki, yazdığım o düsturdan dəhşətli dərəcədə çox istifadə olunacaq. Rho cisim bölü rho maye bərabərdir V batan bölünsün V cisim. Bizə nə lazımdır? Cismin sıxlığı lazımdır. O zaman yazıram, rho cisim bərabərdir. V cisim ilə çarpaz şəkildə vurulur. Rho maye ilə V batan çarpaz şəkildə vurulur. Bunları da bu şəkildə yazdım. Bərabərdir. Nə yazaq indi? Deyir ki, 4də 1 hissəsi suya batmışdır. Yəni, əgər cismin həcmi 4-dürsə, batan hissəsinin həcmi 1-dir. Okey, bunu yazdıq. İndi deyir ki, cismin sıxlığını hesablayın. Mayenin sıxlığının 1000 olduğunu verib. O zaman biz burada mayenin sıxlığı yerinə 1000'i yazırıq. 1000'i 4də 1'ə vuranda neçə olur? 250 olur. Deməli, cismin sıxlığı 250 kiloqram bölü kubmetrdir. Növbəti sualda. Suda üzən cismin həcminin 4də 3 hissəsi suya batmışdır. Cismin sıxlığını hesablayın. Cismin sıxlığı bərabərdir. Əvvəldə yazdığımız kimi. V cismi burada yazıram. Rho maye ilə V batanı burada yazıram. Bərabərdir. Hansı hissəsi batıb? 4də 3 hissəsi. O zaman buraya yazırıq 4də 3. Mayenin sıxlığı 1000 deyilmi? Buraya yazıram 1000. Bu da bərabərdir. 1000'i də 4də 3'ə vursanız 750 kiloqram bölü kubmetr alınır. Növbəti sualla davam edirik. Kütləsi 1 kiloqram olan daş suyun daxilində 2 metr hündürlüyə qaldırılan zaman Arximed qüvvəsinin gördüyü işi hesablayın. Birinci növbədə Arximed qüvvəsini hesablamağımız lazımdır. Arximed qüvvəsi rho maye vurulsun. Batan hissənin həcmi yerinə mən yazıram M bölünsün rho cisim. Vurulsun J. Bu da bərabərdir. Mayenin sıxlığı 1000'ə bərabərdir. O zaman bu 1000'i yazdım burada. Vurulsun. Kütləsi 1 kiloqram değil mi? 1'i yazdım burada. Bölünsün. Cismin sıxlığı, yəni daşın sıxlığı 2500'dür. Vurulsun. Sərbəst düşmə təcilinin qiyməti də 10'dur. Onu da burada yazdım. Bu da bərabərdir. Buradaki 2 dənə sıfırla, buradaki 2 dənə sıfırı apardım. Yuxarıda nə qaldı? 100. Yəni 10'u 10'a vurdum, 100 oldu. Aşağıda 25 var. 100'ü də 25'ə böləndə 4 alarıq. Yəni Arximed qüvvəsi 4 Newtondur. Bizə isə deyir ki, Arximed qüvvəsinin işini hesabla. İş bərabərdir. Qüvvə vurulsun yer dəyişmə. Qüvvə nə qədər? 4 Newton. Yer dəyişmə nə qədər? 2 metr. O zaman 4'ü 2'ye vurduq. Arximed qüvvəsinin gördüyü iş 8 joule alındı. Növbəti sualda. Oturacağının sahəsi 5 desimetr kvadrat olan silindrik qabdakı suya cisim saldıqda suyun səviyyəsi 2 santimetr qalxdı. Cismə təsir edən Arximed qüvvəsini hesablayın.
Birinci növbədə 5 desimetr kvadrat neçə metr kvadratdır? Onu bilməyimiz lazımdır. Gözəl insanlar, 1 desimetrimiz 10 üstü -1 metrdir. Bunu bilək ilk növbədə. Yəni 0,1 metrdir, belə deyək. Amma bunu əgər kvadrata yüksəltsək, yəni 1 desimetr kvadrat yazsaq, buranı da kvadrata yüksəltməliyik. O da olur 10 üstü -1'in kvadratı, 10 üstü -2 metrin kvadratı. Aha. 2 santimetrimiz neçə metrdir? 2 santimetrimiz %2 metrdir. Yəni 2 10 üstü -2 metrdir bu. Bax, burada sahə var. Oturacağının sahəsi. Burada isə hündürlük var. Bunları bir-birinə vursaq həcmi tapa bilərik. V bərabərdir S vurulsun H. Bu da bərabərdir. 10 üstü -2'ni 2 10 üstü -2'ye vursaq, olar 2 10 üstü -4 metrin kubu. Həcmi də hesabladıq. Artıq Arximed qüvvəsini tapa bilərik. Arximed qüvvəsi Rho-maye vurulsun V vurulsun J deyilmi? Buradan Arximed qüvvəsi, daha doğrusu mayenin sıxlığı 10 üstü 3. Həcmi tapdıq 2 10 üstü -4. Sərbəst düşmə təsirinin qiyməti də 10'dur. Aha. İndi baxın, buradakı deməli bunları bir-birinə vursaq neçə olar? Cismə təsir edən Arximed qüvvəsini hesablayın. Burada 5 var idi. 5'i hara apardıq biz? Hə, burada 5 desimetr kvadrat verirdi. Yəni sahənin qiyməti 5 10 üstü -2 olmalıdır. Burada yəni bir dənə 5'i də yazsaq bu şəkildə. Hə, buranı da yəni bir dənə 5'e vurmağımız lazım. 5 yaddan çıxmış, eybi yox. Deməli bunları da bir-birinə vursaq alınır 10 Newton. Sualımızın cavabı oldu A variantı. Növbəti sualda kütləsi 8,9 kilogram olan mis cisim tamamilə suya batırılmışdır. Cismin sıxışdırıb çıxardığı suyun çəksini hesablayın. Cismin sıxışdırıb çıxardığı mayenin çəksi elə Arximed qüvvəsinə bərabərdir. Yəni biz Arximed qüvvəsini hesablamağımız lazımdır. Arximed qüvvəsini hesablamaq üçün yazıram Rho maye vurulsun M bölünsün Rho cisim vurulsun J. Bu da bərabərdir. Mayenin sıxlığı 10 üstü 3'dür. Kütləsi 8,9 kilogram bölünsün. Cismin sıxlığı 8,9 vurulsun 10 üstü 3'dür. Vurulsun sərbəst düşmə təcili də 10. Bu 8,9'lar getdi, 10 üstü 3'lər getdi. Bir dənə geriyə 10 qaldı. Yəni Arximed qüvvəsi 10 Newtona bərabərmiş. 27-ci sualda suda üzən buzun həcminin hansı hissəsi su səthindən yuxarıda qalar? Batan hissənin həcmi bərabərdir. Mayenin sıxlığını məxrəcdə yazıram. Rho cisimlə V cismi də yazıram yuxarıda. Bu da bərabərdir. Cismin sıxlığı, yəni buzun sıxlığı 900'dür. Suyun sıxlığı 1000'dir. 1000'i burada yazıram. V cismi də burada yazdım. Bu da bərabərdir 10⁹ V cisim. Biz nəyi tapdıq? Batan hissənin həcmini tapdıq. Deməli, batan hissənin həcmi cismin həcminin 10⁹ hissəsinə bərabərmiş. Yəni cismin 10⁹ mayeyə batır. 10⁹ mayeyə batırsa 1/10 hissəsi yuxarıda qalar deyə bilərik. Burada deyir ki, 28-ci sualda deyir ki, hansı hissəsi suya batar? Bax, yuxarıdakı məsələdə hansı hissəsinin suya batdığını gördük. 10⁹ hissəsi suya batıb. 29'da içərisində maye olan qab sərbəst düşür. Mayədə üzən M kütləli cismə təsir edən Arximed qüvvəsini müəyyən edin. Sərbəst düşürsə Arximed qüvvəsi 0'a bərabər olmalıdır. Növbəti sualda cismin mayedə çəkisinin ona təsir edən Arximed qüvvəsindən asılılıq qrafiki verilmişdir. Cismin vakuumdakı çəkisini müəyyən edin. Vakuumdakı çəki, bax, buradakı qrafikin bu hissədəki qiymətidir. Bax, buradakı qiymət mg'yə bərabərdir. Yəni 8 Newtondur. Növbəti sualda cismin mayedəki çəkisi ona təsir edən Arximed qüvvəsindən asılılıq qrafiki verilmişdir. A nöqtəsinə uyğun qiyməti hesablayın. Bura əgər 20'dirsə, A nöqtəsinə uyğun qiymətin də 20 olması mütləqdir. Yəni qrafikdə bu belə olmalıdır. Növbəti sualda
Cismə təsir edən Arximed qüvvəsinin mayenin sıxlığından asılılıq qrafiki hansıdır? Arximed qüvvəsi bərabərdir. Mayenin sıxlığı vurulsun batan hissənin həcmi vurulsun sərbəst düşmə təcili. Buradan görürük ki, Arximed qüvvəsi mayenin sıxlığı ilə düz mütənasib asılıdır. Arximed qüvvəsinin cismin maye batan hissəsinin həcmindən asılılıq qrafiki hansıdır? Arximed qüvvəsinin yenə də düsturunu yazıram. Burada əgər mayenin sıxlığı sabitdirsə, Arximed qüvvəsi batan hissənin həcmi ilə düz mütənasib asılıdır. Növbəti sualda, kub formalı eyni bir cisim 1 və 2 mayələrin səthində üzür. Hansı mülahizə doğrudur? Eyni bir cisim dediği üçün bu cismin kütləsi təbii ki sabit olmalıdır. Yəni, məsələn, 20 newtonluq bir cisimdirsə, burada da həmən 20 newtonluq cisim olmalıdır. Birinci şəkildə 20 newtondursa və belə deyək ki, üzürsə, buna təsir edən Arximed qüvvəsi 20 newtondur. Eyni cisim olduğu üçün buna təsir edən Arximed qüvvəsinin də 20 newton olması lazımdır. Yəni, burada üçüncü variantda deyir ki, kiçikdir deyir, bu yanlışdır. Arximed qüvvələri bərabər olmalıdır. Burada sıxlıqlar fərqlidir. Bəs sıxlığı necə tapaq? Yazıram. Rho maye bərabərdir. Düsturu sizə təkrardan yazım. Rho maye bölünsün rho cisim. Daha doğrusu bunu belə yazaq. Rho cisim bölünsün rho maye bərabərdir. V batan bölünsün V cisim. Burada yazdığımız əvvəldə də demişdim ki, çox istifadə edəcəyik. Bax, həmən düsturdur. Buradan biz mayenin sıxlığını tapmaq istəsək, yazarıq batan hissənin həcmini məxrəcdə, rho cisim və V cismi də yazarıq kəsirin surətində. İndi gözəl insanlar, baxaq görək. Biz hansı mayenin sıxlığının böyük olmasını deyiriksə, həmən hissədə deməli nə olmalıdır? Belə deyək ki, batan hissənin həcmi az olmalıdır. Yəni, cisim maye az batıbsa, deməli mayenin sıxlığı böyükdür. Hansında cisim daha az batıb? Birinci şəkildə daha az batıb. Deməli, birinci mayenin sıxlığı ikinci mayenin sıxlığından daha böyükdür. Cismin sıxlığı, cismin həcmi dəyişmir. Eyni bir cisimdir. Sıxlığı da, həcmi də sabitdir. Amma batan hissələr fərqlidir. Birincidə daha az batıb, ikincidə daha çox batıb. Daha az batıbsa, sıxlıq daha böyükdür. Mayenin sıxlığı daha böyükdür. Ona görə birinci mayenin sıxlığı ikinci mayenin sıxlığından daha böyükdür. Yəni, burada ikinci variant doğrudur. Birinci variantda deyir ki, cismin sıxlığı hər iki mayenin sıxlığından böyükdür. Yanlışdır. Cismin sıxlığı böyük olsaydı, hər iki mayedə batardı. Bu deməli yanlışdır. Doğru olan variant yalnız 2'dir. Sualımızın cevabı B variantıdır. Növbəti sualda, kub formalı eyni bir cisim 1 və 2 mayələrin səthində üzür. Hansı mülahizə doğru deyil? Deyir ki, cismin sıxlığı hər iki mayenin sıxlığından kiçikdir. Bu doğrudur gözəl insanlar. Bu doğrudur. Çünki hər iki mayenin səthində qaldığını görürük. Yəni, müəyyən bir hissəsi bataraq üzürsə, o zaman mayenin sıxlığından kiçikdir. Mayenin sıxlığından böyük olsaydı dibə batardı. Burada kiçikdir deyir. Deməli, yuxarıda üzür, bu doğrudur. İndi biz sıxlıqları müqayisə eləyəcəyik. Baxaq görək ki, hansının sıxlığı daha böyükdür. Mayenin sıxlığı bərabərdir. Əvvəlki 34-cü sualda yazdığım düsturu təkrardan yazıram. Batan hissənin həcmi burada, rho cisim və V cisim burada. Cisim eyni bir cisimdir. Yəni, həcmi və sıxlığı sabitdir. Batan hissənin həcminin kiçik olması lazımdır ki, mayenin sıxlığı böyük olsun. Tərs mütənasib asıllıq var. Hansında daha çox batıb? 2-də daha çox batıb. Deməli, 2'nin sıxlığı, ikinci mayenin sıxlığı daha kiçikdir. Hansında batan hissənin həcmi azdırsa, oradakı mayenin sıxlığı daha böyükdür. Deməli, birinci mayenin sıxlığı ikinci mayenin sıxlığından daha böyükdür. Burada isə deyir ki, kiçikdir. Deməli, bu nədir? Yanlışdır. Burada deyir ki, cismə hər iki mayədə təsir edən Arximed qüvvəsi bərabərdir. Bəli, hər ikisində cisim üzür və eyni cisimdir. Buna 20 Newton təsir edirsə, buna da 20 Newton təsir etməlidir. Arximed qüvvələri bərabərdir. Yəni, bu doğrudur. Bizdən doğru olmayanı istəyir. Yanlış olan yalnız 2'dir.
Sualımızın cevabı da B variantıdır. Növbəti sualda kub formalı eyni bir cisim 1 və 2 mayələrin səthində üzür. Hansı mülahizə doğrudur? Baxın, cismin sıxlığı hər iki mayenin sıxlığından böyükdür deyir. Xeyr, cismin sıxlığı əgər böyük olsaydı, bu cisim mayenin dibinə batardı. Amma görürsünüz ki, üzür bu cisim. Deməli, bu yanlışdır. İkincisində demişdik ki, hansında daha az batıbsa, o zaman həmən mayenin sıxlığı daha böyük olmalıdır. Yəni, batan hissənin həcmi az olanda mayenin sıxlığı böyükdür. Birincidə daha az batıb, deməli birincidəki sıxlıq ikincidəki sıxlıqdan böyükdür. Nə deyir burada? Böyükdür deyir. Doğrudur. Hər iki mayedə cismə təsir edən Arximed qüvvəsi bərabərdir. Bəli, eyni cisimdir. Eyni cisim üzürsə, onlara təsir edən Arximed qüvvələri bərabər olmalıdır. Yəni burada ikinci və üçüncü variantlarımız doğrudur. Növbəti sualda kub formalı eyni bir cisim 1 və 2 mayələrin səthində üzür. Hansı mülahizə doğru deyil? Biz nə dedik əvvəlki məsələlərdə? Dedik ki, birinci mayenin sıxlığı daha böyükdür. Çünki batan hissənin həcmi azdır. Birinci mayenin sıxlığı ikinci mayenin sıxlığından böyükdür. Üçüncü variantda bunu deyir. Doğrudur. Cismə hər iki mayedə təsir edən Arximed qüvvəsi bərabərdir. Bəli, eyni bir cisimdir. Arximed qüvvələri eyni olmalıdır. Cismin sıxlığı hər iki mayenin sıxlığından böyükdür deyir. Xeyr, cismin sıxlığı hər iki mayenin sıxlığından böyük olsaydı bu cisim batardı. Deməli, bu nədir? Yanlışdır. Bunlar doğrudur, bu isə yanlışdır. Bizdən də yanlışı istəyirdi. Yanlış birinci variantda verilmişdir. 38-ci sualda diaqramın hansı nöqtəsinə ən kiçik sıxlıqlı maye uyğundur? Arximed qüvvəsini yazıram rho maye, vurulsun V. İndi tam batdığı üçün burada V cisim yaza bilərək vurulsun J-ni yazdım. Bizdən kiçik sıxlıqlı maye istəyir. Rho maye bərabərdir. V cisim və J-ni məxrəcdə yazıram. Arximed qüvvəsini isə yuxarıda yazıram. Əgər bizdən sıxlığın kiçik olmasını istəyirsə, o zaman Arximed qüvvəsi kiçik, həcm isə böyük olmalıdır. Kəsirin surəti kiçik, məxrəci isə böyük. Cismin həcminin böyük, Arximed qüvvəsinin kiçik olduğu yer bir nöqtəsidir. Növbəti sualda diaqramın hansı nöqtəsi sıxlığı ən böyük olan mayeyə uyğundur? Yazıram, mayenin sıxlığı bərabərdir. Arximed qüvvəsi bölünsün V cisim, vurulsun J. Əgər bizdən böyük sıxlıq istəyirsə, Arximed qüvvəsi böyük, cismin həcmi kiçik olmalıdır. Cismin həcminin kiçik, Arximed qüvvəsinin böyük olduğu nöqtə bir nöqtəsidir. Bir cins maye daxilindəki R radiuslu kürəyə təsir edən Arximed qüvvəsi F olarsa, həmin maye daxilindəki 2R radiuslu kürəyə təsir edən Arximed qüvvəsi nəyə bərabərdir? Arximed qüvvəsi rho maye vurulsun V vurulsun J şəklində yazılır. Buradan əgər düsturu biz davam etdirsək, mayenin sıxlığını saxlasaq, bizə kürə dediyi üçün kürənin həcmi 3/4 πr kubu ifadəsi ilə təyin olunur. J-ni də burada olduğu kimi yazdım. Əgər radius R-dən 2R-ə gəlirsə, yəni radius 2 dəfə artırsa, 2-nin kubu 8-dir. Yəni Arximed qüvvəsinin 8 dəfə artması lazımdır. Növbəti sualda bir cins maye daxilindəki R radiuslu kürəyə təsir edən Arximed qüvvəsi F olarsa, həmin maye daxilindəki R bölü 2 radiuslu kürəyə təsir edən Arximed qüvvəsi nəyə bərabərdir? Əvvəlki məsələdə demişdik ki, radiusun kubu ilə mütənasibdir Arximed qüvvəsi. Əgər radius R-dən R bölü 2-yə gəlibsə, yəni radius 2 dəfə azalıbsa, Arximed qüvvəsi 2-nin kubu, yəni 8 dəfə azalmalıdır. Bu səbəbdən dolayı sualın cavabı C variantı olmalıdır. Növbəti sualda mayenin sıxlığını artırdıqda iplərin gərilmə qüvvəsi sıfırdan fərqli olarsa, mayedə tarazlıqda olan A və B kürələri üçün uyğun ifadələri müəyyən edin. İndi mayenin sıxlığını artırdıqda
hər iki cismə təsir edən Arximed qüvvəsinin artması lazımdır. Çünki Arximed qüvvəsi bilirsiniz ki, rho maye vurulsun V vurulsun J'dir. Yəni mayenin sıxlığını artırsaz, hər ikisinə təsir edən Arximed qüvvəsi artmalıdır. Sonra ipin gərilmə qüvvəsi nəyə bərabər olmalıdır? Buna baxaq. Yəni ipin gərilmə qüvvəsi artarmı, azalarmı? Bax, buna təsir edən yuxarı doğru Arximed qüvvəsi var. Bir dənə də ip bunu yuxarı çəkməyə çalışır. İpdə gərilmə qüvvəsi var. Aşağı doğru da bu cismin ağırlığı var. Deməli, biz yaza bilərik. Birinci A mayesi üçün, A cismi üçün daha doğrusu, mg bərabərdir T üstəgəl FA. Buradan nə yaza bilərik? T'ni tapmaq üçün T bərabərdir mg çıxılsın FA. Əgər biz deyiriksə ki, Arximed qüvvəsi artar, qabağında mənfi olduğu üçün buradakı ip gərilməsi azalmalıdır. Yəni A cismi üçün ipdə yaranan gərilmə qüvvəsi azalar. Digəri üçün isə ipdə yaranan gərilmə qüvvəsi artar. Təsir edən əvəzləyici qüvvə hər ikisində sıfıra bərabərdir. Əvəzləyici qüvvə sıfır olmasa zaten cisim hərəkət edər. Bu da hərəkət etmir. İplə bağlanıb hara hərəkət etsin. Deməli, 3, 2, 1, 4 sualımızın cavabı olmalıdır. Növbəti sualda da burada isə deyir ki, mayedə tarazlıqda olan A və B kürələri üçün oxşar və fərqli cəhətləri Euler-Venn diaqramında müəyyən edin. A cisminə mg ağırlıq qüvvəsi təsir göstərir. Eyni zamanda A cisminə yuxarı doğru ip gərilməsi və Arximed qüvvələri təsir göstərir. B cisminə aşağı doğru ağırlıq qüvvəsi və ipdə yaranan gərilmə qüvvəsi və yuxarı doğru da Arximed qüvvəsi təsir göstərir. A cismi üçün yaza bilərik. mg, yəni aşağı doğru təsir edən qüvvə, yuxarı doğru təsir edən qüvvələrin toplamı. B cismi üçün yaza bilərik. Yuxarı doğru təsir edən qüvvə bərabərdir aşağı doğru təsir edən qüvvələrin toplamı. İndi. Birincidə deyir ki, sıxlığı mayenin sıxlığından böyükdür. A cismini belə deyək də, belə sadə düşünək. Əgər biz bu ipi kəssək, A cismi hara gedər? Aşağı gedər də. Yəni bunu ip tutursa, ip olmasa bu cisim aşağı düşəcək. Yəni sıxlığı mayenin sıxlığından böyükdür. B cismi, bu ipi kəssək, cisim hara gedər? Yuxarı gedər. Bunu ip tutur. İp əgər olmasa cisim yuxarı gedər. Yuxarı gedirsə o zaman sıxlığı mayenin sıxlığından kiçikdir. Təsir edən əvəzləyici qüvvə hər ikisində sıfıra bərabərdir. Deyir ki, Arximed dördüncüdə isə deyir ki, Arximed qüvvəsi ağırlıq qüvvəsindən böyükdür. Bax, B cismi üçün yazmışıq. Arximed qüvvəsi bərabərdir ağırlıq qüvvəsi üstəgəl ip gərilməsi. Yəni ağırlıq qüvvəsindən böyükdür. Ağırlıq qüvvəsinin üzərinə ip gərilməsini gələndə Arximed qüvvəsi olur. O zaman 4'ü də B cismi üçün yaza bilərik. 1, 2, 4, 3 sualımızın cavabı olmalıdır. Davam edirik növbəti sualda. Mayedə A və B cisimləri şəkildəki kimi tarazlıqdadır. Bu hallar üçün Euler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. B cismi mayenin içərisində üzür. Əgər mayenin içərisində üzürsə, o zaman həmən cismin sıxlığı mayenin sıxlığına bərabər olmalıdır. Yox, əgər mayenin səthinə çıxıb üzürsə, o zaman həmən cismin sıxlığı mayenin sıxlığından kiçikdir. Üzür dediyi üçün, yəni tarazlıqdadır demək üzür deməkdir. Tarazlıqdadırsa əgər, deməli təsir edən Arximed qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Hər ikisi tarazlıqdadır, o zaman hər ikisinə təsir edən ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabərdir. Və hər ikisi tarazlıqda olduğu üçün hər ikisinə təsir edən əvəzləyici qüvvə sıfırdır. Yəni tarazlıqdadırsa əvəzləyici qüvvənin sıfır olması mütləqdir. Sualımızın cavabı olmalıdır 2, 1, 3, 4. Yəni D variantı. Gəldik 45'ə. Eyni bir cisim şəkil A və şəkil B-də tarazlıqdadır deyir. Bu şəkillərə uyğun oxşar və fərqli cəhətləri Euler-Venn diaqramında müəyyən edin. Birincidə deyir ki, mayenin sıxlığı cismin sıxlığından böyükdür.
Bu birinciye uygundur. Çünkü cismin sıxlığından böyük olduğu için bu maye cismi sıxışdırıb çıxarıb biraz kənara. Yəni belə deyək ki, mayenin sıxlığı cismin sıxlığından böyükdür. Bu birinci üçün uygundur. İkincidə görürük ki, mayenin içərisində üzür. Mayenin içərisində üzürsə, bu mayenin sıxlığı cismin sıxlığına bərabər olmalıdır. Və hər iki şəkildə tarazlıqdadır. Tarazlıqdadırsa, hər ikisinə təsir edən Arximet qüvvəsi ağırlıq qüvvəsinə bərabər olmalıdır. Cismin mayedəki çəkisi sıfıra bərabərdir. Əgər tarazlıq sözünü görürsüz və yaxud üzür görürsüzsə, o zaman cismin mayedəki çəkisi sıfıra bərabərdir. Niyə desəniz, cismin mayedəki çəkisi ağırlıq qüvvəsi çıxılsın Arximet qüvvəsidir də, düzdürmü? Tarazlıqda olanda bunlar bir-birinə bərabərdir. Yəni mən bunu sir verəcəm sizə, heç kimə deməyin bunu. mg FA-ya bərabərdir. Bunlar bir-birinə bərabərdirsə, o zaman cismin mayedəki çəkisi sıfıra bərabər olmalıdır. Yəni hər iki mayedə cismin çəkisi sıfıra bərabərdir. Sualımızın cavabı olmalıdır. 1, 2, 3, 4. Yəni D variantı. Növbəti sualda hər birinin qalınlığı H olan eyni tercik suda üzür. Üstdəki iki terciyi götürsələr suya batan hissə nə olar? Suya hansı hissə batıb? 3 dənə tercik batıb. 3 dənə terciyin hündürlüyü 3H deyilmi? Tamam. İndi hansı hissəsi batıb gözəl insanlar? 6 dənə bölmədən, 6 dənə bölmədən. 3 dənəsi batıb da, düzdürmü? Bax, ümumi 6 dənə bölgüdür. 6 dənə bölgüdən 3 dənəsi batıb, yəni yarısı batıb. Əgər yuxarıdakı 2 dənə terciyi götürsək, yenə yarısı batmalıdır. Yenə də yarısı batmalıdır. O zaman belə bir şey olacaq. 4 dənə qalacaq. Yəni 6 dənədən 2 dənəsini götürdük, 4 dənə qaldı. 4 dənədən ikisi yuxarıda, ikisi aşağıda olmalıdır. İndi baxın, burada neçə H hündürlüyü var batan hissənin? 2 dənə tercik olduğu üçün 2H-dır. 3H idi, 2H oldu. Necə dəyişdi? H qədər azaldı. Sualın cavabı C bəndi olmalıdır. Növbəti sualda sıxlığı suyun sıxlığından böyük olan cisim suyun daxilində ipdən asılmışdır. Su qabdan bərabər sürətlə boşaldığı zaman ipdə yaranan gərilmə qüvvəsinin zamandan asılılıq qrafiki hansıdır? Baxın, yazıram burada. İpdə yaranan gərilmə qüvvəsi və zamandan asılılıq. Bax, ip belə deyək ki, su azalır, düzdürmü? Su azalır, 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 gəlir cismə qədər. Cismə gələnə qədər, yəni su cismə çatana qədər, cisim bütövlükdə suyun daxilindədir. Yəni su burada olanda da, su burada olanda da, su burada olanda da ona belə deyək, o bütövlükdə mayenin daxilindədir. Ona görə ona təsir edən Arximet qüvvəsi dəyişmir. Arximet qüvvəsi dəyişmirsə, ipdə yaranan gərilmə qüvvəsi də birinci növbədə dəyişmir, sabitdir. Sonra gözəl insanlar, buranı keçdik. Artıq su təsəvvür eləyin ki, buradadır. Batan hissənin həcmi nə oldu? Əvvəl bütöv bir həcm batırdı, indi az bir hissəsi batır. Batan hissənin həcmi azaldısa, o zaman Arximet qüvvəsi də azalır. Arximet qüvvəsi yuxarıda artan qüvvə idi. Yuxarıda artan qüvvələr nələrdir? Arximet qüvvəsi ilə ip gərilməsi. Bu ikisinin toplamı, Arximet qüvvəsi ilə ip gərilməsinin toplamı aşağı doğru təsir edən ağırlıq qüvvəsinə bərabərdir. İndi biz buradan ip gərilməsini hesablamaq istəyiriksə, ağırlıq qüvvəsindən Arximet qüvvəsini çıxmağımız lazımdır. Bax, belə yazırıq. İndi dedik ki, batan hissənin həcmi azaldı, Arximet qüvvəsi azaldı. Arximet qüvvəsi get-gedə azalırsa, ipdə yaranan gərilmə qüvvəsi get-gedə artmalıdır. Çünki qarşısında mənfi var. Bura azalır, bura artır. Deməli, ip gərilməsi get-gedə artır. Artdı bir yerə qədər. Bax, bura qədər artdı. İndi su tamamilə bu cismi tərk etdi. İndi siz təsəvvür eləyin ki, su buradadır. Su buradadırsa, su yəni cismə dəymirsə, cisim suya toxunmursa, ona Arximet qüvvəsi təsir edərmi? Təbii ki, təsir etməz. O zaman o cismə 2 dənə qüvvə təsir göstərər. Biri yuxarı doğru ip gərilməsi, biri də aşağı doğru ağırlıq qüvvəsi. Və bunlar bir-birini tarazlaşdırmalıdır. T mg-yə bərabər olmalıdır. Və bundan sonra da ip gərilməsi dəyişməməlidir. Çünki artıq Arximet qüvvəsi yoxdur.
Arximet qüvvəsi olmadığı üçün ip gərilməsi də artıq dəyişmir. Bu səbəbdən dolayı da sualımızın cavabı nə olmalıdır? Y variantı olmalıdır. Növbəti sualda içərisində bir-birinə qarışmayan 3 dənə maye olan qaba sıxlığı 0.9 olan kürə atılır. O hansı səviyyədə üzər deyə bizdən soruşur. Deməli, ilk növbədə aşağıda civə var. Civənin sıxlığı 13.6-dır. Suyun sıxlığı 1-dir, kerosinin sıxlığı da 0.8-dir. Düzdürmü? İndi sizə desəm ki, sıxlığı 0.9-dur da bunun. 0.9 hardadır? 1 ilə 0.8-in arasında, düzdürmü? 0.8 ilə 1-in arasında. Yəni bu cisim nə tamamilə 0.8-də üzə bilməz, nə də tamamilə 1-də üzə bilməz. Deməli, 1 ilə 0.8-in arasında qalmalıdır. Yəni burada qalmalıdır. Kerosin ilə suyun arasında qalmalıdır deyirik. Bu da hansı variantda verilib? B variantında verilib. Bax, burada kerosindir. Burada isə sudur. O kerosin ilə suyun arasında qalır. Növbəti sualda cədvəldə müxtəlif mayələrin sıxlıqları göstərilmişdir. Kütləsi 6 kiloqram, həcmi 8 desimetr kub olan cisim bu mayələrin hansında üzər? Biz burada sıxlığı tapaq ilk növbədə. Rho bərabərdir M bölünsün V. Bu da bərabərdir kütləsi 6. Həcmi 8 desimetr kubu indi metr kubuna çevirməyimiz lazımdır. 1 desimetr bayaq demişdim ki 10 üstü mənfi 1 metrdir. Bunu kuba yüksəltsək 1 desimetr kub 10 üstü mənfi 3 metr kubdur. 8 desimetr kubda 8 10 üstü mənfi 3 olar. Bu da bərabərdir. 10 üstü mənfi 3 yuxarı çıxdı, oldu 10 üstü müsbət 3. Bölünsün 8. Yəni biz nə edirik? 6000-i bölürük 8-ə. Bu da eləyir 750 kiloqram bölünsün kubmetr. Deməli, cismin sıxlığı 750-dir. 750-dirsə, o zaman 750-dən böyük olanların içərisində üzər. Yəni 790 və 1000-də üzər. Bəs 710 və 700-dən olar? Batar. Çünki bunlardan sıxlığı böyükdür. Bunlar da batar. Bu ikisində isə üzər deyə bilərik. Deməli, su və spirt sualımızın cavabı olmalıdır. Bu da D variantında verilmişdir. 50-ci sualda. Kütləsi 40 qram olan cisim mayedə bərabər sürətlə düşür. Mayenin müqavimət qüvvəsi 0.2 newtondursa cismin sıxlığı mayenin sıxlığından neçə dəfə çoxdur? Kütləsi 40 qramdırsa 40 qram 0,4 kiloqram deməkdir. Əgər bunun ağırlığını tapsaq 0,4-ü 10-a vururuq, o deyilir 0,4 newton. Deməli, bu cismə təsir edən ağırlıq qüvvəsi 0,4 newtondur. Aha. Mayenin müqavimət qüvvəsi yuxarı doğru yönəlməlidir, yəni hərəkətin əksinə. Əgər cisim aşağı doğru düşürsə, mayenin müqavimət qüvvəsi yuxarı olmalıdır. 0,2 newton. Bərabər sürətlə dediyi üçün əvəzləyici qüvvə 0 olmalıdır. Yəni, aşağı 0,4 varsa, yuxarıda 0,4 olmalıdır. Bu ikisinin toplamı 0,4-dür. Bu 0,2 newton buna təsir edən Arximet qüvvəsidir. Arximet qüvvəsi bərabərdir. Rho maye vurulsun V vurulsun J. Ağırlıq qüvvəsi isə Rho cisim vurulsun V vurulsun J. Arximet qüvvəsi nə qədərdir? 0,2. Ağırlıq qüvvəsi nə qədərdir? 0,4. Baxın. O zaman bunları ixtisar aparsaq, qalar geriyə nə? Rho maye bölü Rho cisim bərabərdir 0,2 bölü 4 və yaxud da 1 bölü 2. Yəni ixtisar eləyəndə 1 bölü 2 qalır. O zaman biz buradan görürük ki, cismin sıxlığı mayenin sıxlığından 2 dəfə böyükdür. Uşaqlar, bir saniyə. Bilal müəllimin YouTube kanalına abunə olaq. Videolarını da bəyənək, hə? Fizika qanundur, amma dəstək də gözəl bir qanundur. 51-ci sualla davam edirik. Sistemin tarazlıqda olduğunu bilərək birinci yükün kütləsini hesablayın. Bunu hesablamaq üçün sizə hazır düsturu verəcəm. Bax, düstur bu şəkildədir. M1 bərabərdir.
M2 bölünsün 2 vurulsun 1 çıxılsın rho maye bölünsün rho cisim. Bax, bu düsturda qiymətlərini yerinə qoyaraq M1 kütləsini hesablaya bilərsiniz. Bu da bərabərdir. Kütlənin qiyməti 6 kiloqram. 6 bölünsün 2 vurulsun 1 çıxılsın. Rho maye bölü rho cismində 1 bölü 3 olduğunu verib. Yazıram 1 bölü 3. Bu da bərabərdir. 6'nı 2'ye böldüm 3 vurulsun. 1'dən 3'də 1'i çıxanda olur 3'də 2. Bərabərdir. 3'lər gedir, geriyə qalır 2 kiloqram. Yəni birinci cismin kütləsi, buradakı cismin kütləsi 2 kiloqrama bərabərmiş. Növbəti sualda 25 kiloqram kütləli daşı suda bərabər sürətlə 0,8 metr hündürlüyə qaldıran zaman dartı qüvvəsinin gördüyü işi hesablayın. İlk növbədə bu cismə təsir edən Arximed qüvvəsini hesablayaq. Arximed qüvvəsi bərabərdir. Rho maye vurulsun. M bölünsün rho cisim vurulsun C. Buradan Arximed qüvvəsi bərabərdir. Mayenin sıxlığı 10 üstü 3, yəni 1000. Vurulsun. Cismin kütləsi 25 bölünsün. Cismin sıxlığı 2500 vurulsun. Sərbəst düşmə təcili də 10. Buradan ixtisarlarımı aparsaq 25 getdi. 2 dənə 0, 2 dənə 0 getdi. 10'u 10'a vurduq, 100 Newton oldu. Yəni Arximed qüvvəsi 100 Newtona bərabərmiş. Bəs ağırlıq qüvvəsi nə qədərdir? Ağırlıq qüvvəsini də mg ilə hesablaya bilərik. Bu da bərabərdir. 25 vurulsun 10, o da eləyir 250 Newton. İndi cismə aşağı doğru 250 Newton qüvvə təsir göstərir. Yuxarı doğru isə Arximed qüvvəsi 100 Newtondur. Bu cismi bərabər sürətlə yuxarı qaldırmaq üçün dartı qüvvəsi 150 Newton olmalıdır. Çünki 150 ilə 100'ün toplamı 250'dir. Yəni dartı qüvvəsi 150'dir. İşini hesablamaq üçün də dartı qüvvəsini yer dəyişməyə vururam. Bu da bərabərdir. Dartı qüvvəsi 150, yer dəyişmə 0,8. 150'ni də 0,8'e vuranda alınır 120 joule. Sualımızın cevabı D variantı. Növbəti sualda sıxlığı 800 kiloqram bölü kubmetr olan bir cins kürə qabdakı suyun dibinə salınıb sərbəst buraxılarsa hansı təcillə yuxarı qalxar? Cismin təcilini hesablamaq üçün yaza bilərik. A bərabərdir. J vurulsun. Rho maye bölünsün. Rho maye bölünsün rho cismi. Rho cisim bölünsün rho maye çıxılsın 1. Bu düsturla hesablaya bilərik. Bir dəqiqə. Bunu belə yazaq. Rho maye bölü rho cisim. Belə yazsaq daha doğrudur. Buradan A bərabərdir. J'nin, yəni sərbəst düşmə təcilinin qiyməti 10'dur. Vurulsun. Mayenin sıxlığı 1000. Cismin sıxlığı 800. Çıxılsın 1. Bu da bərabərdir. 10 vurulsun. 2 dənə 0, 2 dənə 0 getdi. Kaldı 10 bölü 8. 10'u 8'e böləndə alınır 1,25. 1,25'ten de 1'i çıxanda alınır 0,25. Onu da 0,25'e vuranda alınır 2,5 metr bölü saniyenin kvadratı. Növbəti sualda deyir ki, sıxlığı 10 üstü 4 olan bir cins metal kürəni suya salıb bıraxsaq, o hansı təcillə düşər? Düşməsini tapmaq üçün A bərabərdir J vurulsun. 1 çıxılsın rho cisim bölünsün rho maye yaza bilərik. Buradan A bərabərdir. J vurulsun. 1 çıxılsın. Rho cisim bölü rho maye. Burada görürük ki cismin sıxlığı 10 üstü 4'tür. Mayenin sıxlığı isə 10 üstü 3'tür. Yəni burada belə deyək. Mayenin sıxlığı daha kiçik olduğu üçün mayenin sıxlığını yuxarıda, cismin sıxlığını isə aşağıda yazsaq doğru olar.
J'nin qiyməti, sərbəst düşmə təcilinin qiyməti 10'dur. Bunu yazdım burada. Vurulsun 1 çıxılsın. Mayenin sıxlığı 10 üstü 3, cismin sıxlığı isə 10 üstü 4'dür. Bu da bərabərdir 10 vurulsun 1 çıxılsın. 10 üstü 3 ilə 10 üstü 4 ixtisar gedəndə qalır 10'da 1. 1'dən 10'da 1'i çıxanda alınır 10'da 9. Qabaqdakı 10'u yazıram. 10'da 9'u da burada yazıram. Onlar gedəndən sonra geriyə qalır 9 metr bölü saniyenin kvadratı. Davam edirik 55-ci sualla. Cisim 8 metr bölü saniye kvadratı təcillə mayedə düşürsə, cismin sıxlığı mayenin sıxlığından neçə dəfə çoxdur? Əgər düşürsə, bax 54-cü məsələyə bir daha baxaq. 54-cü məsələdə də o düşürdü. Hansı düstur yazmışdıq? J vurulsun 1 çıxılsın rho maye bölünsün rho cisim. Eyni düsturu yazıram. A bərabərdir. J vurulsun 1 çıxılsın rho maye bölünsün rho cisim. Burada təcilin qiymətini 8 verir. Yazıram 8 bərabərdir. Sərbəst düşmə təcili 10'dur. 10 vurulsun 1 çıxılsın rho maye bölü rho cisim. İndi buradan onu neçəyə vuraq ki 8 olsun? 0,8'ə. Yəni mötərizənin içi 1 çıxılsın rho maye bölü rho cisim. Mötərizənin içi 0,8'ə bərabərdir. Buradan rho maye bölü rho cismi tapsaq, alınar 1'dən 0,8'i çıxarıq 0,2. Deməli, burada cismin sıxlığı mayenin sıxlığından 5 dəfə çox imiş. Yəni, rho cisim bölü rho mayeni tapsaq, əgər buranı tərsinə çeviriksə, bunu da tərsinə çevirməyimiz lazımdır. Yəni, 1 bölü 0,2 yazmağımız lazımdır. 1'i də 0,2'ye böləndə 5 alınır. Növbəti sualda yenə eyni qaydada deyir ki, hansı təcillə düşər? Yazıram A bərabərdir. J vurulsun, 1 çıxılsın rho maye bölünsün rho cisim. Burada deyir ki, cismin sıxlığı, mayenin sıxlığı cismin sıxlığından 2,5 dəfə azdır. Yəni, cismin sıxlığı mayenin sıxlığından 2,5 dəfə çoxdur. Yazıram A bərabərdir. J'nin yerinə sərbəst düşmə təcilinin qiyməti 10'u yazıram. Vurulsun 1 çıxılsın. Cismin sıxlığı yerinə 2,5 rho maye yazıram. Yuxarıda da rho maye var. Bu da bərabərdir 10 vurulsun 1 çıxılsın. 1'i 2,5'ə böləndə alınır 0,4. 1'dən 0,4'ü çıxanda alınır 0,6. Onu da 0,6'ya vuranda alınır 6 metr bölü saniyenin kvadratı. Sualımızın cevabı D variantı. Növbəti sualda sistemin tarazlıqda olduğunu bilərək mayenin və M2 cisminin sıxlıqları nisbətini hesablayın. Baxın, buna oxşar bir məsələ 51-ci sualda var idi. Sadəcə burada tərpənən blok var idi. Tərpənən blok varsa bu düsturla hesablayırıq. M1 bərabərdir M2 bölünsün 2, 1 çıxılsın rho maye bölü rho cisim. Yox, əgər belə deyək, tərpənən blok yerinə tərpənməz blok varsa, o zaman yazırıq belə. M1 bərabərdir. M2 vurulsun, daha bölünsün 2 yazmırıq. Çünki tərpənən blok qüvvədə 2 dəfə qazanc verir, tərpənməz isə qazanc vermir. Ona görə M2 yazıram. Vurulsun 1 çıxılsın rho maye bölünsün rho cisim. Düsturların oxşarlığına fikir verin. Bu düsturla bu düsturun. Deməli, biz nə edirik? Növbəti məsələdə həmən düsturu yazırıq. Çünki burada bir dənə tərpənməz blokdur. Tərpənən blok yoxdur. Deməli, bu düsturdan istifadə edəcəyik burada. Çünki tərpənməz blokdur. O zaman yazıram bərabərdir. İndi bizdə nə deyir? Bizdə kütlələri verib 3 kiloqram və 4 kiloqram. O zaman M1'in yerinə 3, M2'nin yerinə 4'ü yazıram. 3 bərabərdir 4 vurulsun, 1 çıxılsın rho maye bölü rho cisim. Buradan mötərizənin içərisini tapsaq, 1 çıxılsın rho maye bölü rho cisim bərabərdir. Neçə olmalıdır? 4'də 3 olmalıdır da. Yəni 3'ü böldük 4'ə. Buradakı 3'ü buradakı 4'ə böldük. Buradan rho maye bölü rho cismi tapsaq, yazarıq bərabərdir. 1'dən 4'də 3'ü çıxacaq. Burada da qalacaqdır 4'də 1. Bizdən də zaten rho maye bölü rho cismi soruşurdu. Tapdıq 1 bölü 4. 4'də 1. C variantı. Növbəti sualda
Deyir ki, kütləsi 60 kiloqram olan cisim mayedə bərabər sürətlə düşür. Cismin sıxlığının mayenin sıxlığından 1,5 dəfə çox olduğunu bilərək mayenin müqavimət qüvvəsini hesablayın. Cismin sıxlığı mayenin sıxlığından 1,5 dəfə çoxdursa, o zaman ağırlıq qüvvəsi Arximed qüvvəsindən 1,5 dəfə çoxdur. Niyə deyə soruşsanız, çünki Arximed qüvvəsi hesablanır. Rho maye vurulsun V vurulsun J. Ağırlıq qüvvəsi isə Rho cisim vurulsun V vurulsun J şəklində hesablanır. Burada deyirsə ki, cismin sıxlığı mayenin sıxlığından böyükdür. O zaman ağırlıq qüvvəsi Arximed qüvvəsindən 1,5 dəfə böyükdür deməkdir. Yazıram, ağırlıq qüvvəsi bərabərdir 1,5 Arximed qüvvəsi. Kütləsi 60 qram demək 0,6 kiloqram deməkdir. Buradan biz ağırlıq qüvvəsini hesablamaq istəyiriksə 0,6-nı sərbəst düşmə təcillinə, yəni ona vururuq. Bu da eləyir 0,6 Newton. Deməli, ağırlıq qüvvəsi 0,6-dır. Buradan biz Arximed qüvvəsini əgər hesablamaq istəsək, dedik axı 1,5 dəfə fərqlənir. Ağırlıq qüvvəsi 0,6-dırsa, Arximed qüvvəsi olmalıdır ondan 1,5 dəfə kiçik, yəni 0,4. Bərabər sürətlə düşürsə, məsələnin şərtində deyir bərabər sürətlə düşür. Deməli, aşağı olan qüvvə ilə yuxarı olan qüvvə bir-birini nə etməlidir? Tarazlaşdırmalıdır. Aşağı doğru 0,6 varsa, yuxarı doğru da 0,6'nın olması lazımdır. Qüvvələr 1,5 dəfə fərqlənir. Burada 0,6'dırsa 0,6'dan 1,5 dəfə kiçik də olur. 0,4 yox, 0,4. Bax, buradakı düzəldək 0,4. O zaman bərabər sürətlə düşməsi üçün burada müqavimət qüvvəsi 0,2 olmalıdır. 0,2 ilə 0,4'ün toplamı 0,6'ya bərabər olur. Deməli, müqavimət qüvvəsi 0,2 Newtona bərabərdir. Davam edirik növbəti sualla. Həcmi 0,3 kubmetr olan kürəyə təsir edən ağırlıq qüvvəsi 6 kN-dur. Kürə tamamilə suya batırıldıqda onun çəksi neçə dəfə azalar? Arximed qüvvəsini hesablayaq. Rho maye vurulsun V, yəni cismin həcmi vurulsun J. Bu da bərabərdir. Suyun sıxlığı 10/3. Cismin həcmi 0,3. Sərbəst düşmə təcili də 10. Buranı hesablayanda 3 kN Arximed qüvvəsi alınır. Və biz bilirik ki, cismin mayedəki çəksi onun vakumdakı çəksindən Arximed qüvvəsi qədər azdır. O zaman cismin mayedəki çəksi bərabərdir. Onun vakumdakı çəksi, yəni 6 çıxılsın Arximed qüvvəsi, yəni 3. Buradan cismin mayedəki çəksinin 3 kN olduğunu tapırıq. Ağırlıq qüvvəsi, yəni vakumdakı çəksi 6 kN idi. Mayedəki çəksi isə 3 kN-dur. Yəni neçə dəfə azalıb? 2 dəfə azalıb. Buradan sualımızın cavabı Y variantı alınır. Növbəti sualda hansı qrafik mayeyə tam batırılmış cismin çəksinin mayenin sıxlığından asıllığını ifadə edir? Yazıram, cismin mayedəki çəksi bərabərdir. Ona təsir edən ağırlıq qüvvəsi çıxılsın Arximed qüvvəsi. Buradan P bərabərdir mg çıxılsın. Arximed qüvvəsinin yerinə hesab edərik. Rho maye vurulsun V vurulsun J. Buradan görürük ki, mayenin sıxlığının qarşısında mənfi işarəsi var. Mənfi varsa o zaman qrafik aşağı doğru düşməlidir. Yəni A variantı olmalıdır. Növbəti sualda sıxlıqları mayenin sıxlığından kiçik olan 3 eyni həcmli kürə, bax eyni həcmli deyir, iplə qabın dibinə bağlanmışdır. Kürələrin kütlələri M1, M2, M3 şəklində olarsa, iplərdə yaranan gərilmə qüvvələrinin modulları arasında hansı münasibət doğrudur? Sıxlıqları, həcmləri eynidirsə, o zaman bunlara təsir edən Arximed qüvvələri eynidir. Tutalım ki, buna da 30 Newton Arximed qüvvəsi təsir göstərir. Buna da 30 Newton Arximed qüvvəsi təsir göstərir. Buna da 30 Newton Arximed qüvvəsi təsir göstərir. Həcmlər eynidir. Arximed qüvvəsinin düsturu Rho maye vurulsun V vurulsun J şəklindədir. Əgər həcmlər eynidirsə, Arximed qüvvələrinin də eyni olması lazımdır. Kütlələrin isə M1, M2, M3 şəklində sıralandığını deyir. Yəni, ən böyük birincidir. O zaman buna təsir edən ağırlıq qüvvəsi, məsələn,
tutalım ki neçə olsun 25 Newtondursa, buna təsir edən ağırlıq qüvvəsi məsələn 20 Newtondur. Üçüncüyə təsir edən ağırlıq qüvvəsi məsələn 15 Newtondur kimi fərz eləyək. İndi iplərdə yaranan gərilmə qüvvəsini düşünə bilərik. Birinci ipdə yaranan gərilmə qüvvəsi olmalıdır 5 Newton. Çünki 25 ilə 5-in toplamı 30-a bərabər olmalıdır. İkinci ipdə yaranan gərilmə qüvvəsi olmalıdır 10 Newton. Çünki 20 ilə onun toplamı 30-a bərabər olmalıdır. Üçüncü ipdə yaranan gərilmə qüvvəsi isə 15 Newton olmalıdır. Çünki 15 ilə 15-in toplamı 30-a bərabərdir. Gərilmə qüvvələrini aldıq. 5 Newton, 10 Newton, 15 Newton. Ən böyüyü 3-də yaranan gərilmədir. Sonra 2, sonra da 1, yəni T3, T2, T1 şəklində sıralanmalıdır. Yəni sualımızın cavabı C variantı alınır. Növbəti sualda sıxlıqları mayenin sıxlığından kiçik olan 3 eyni həcmli kürə ip ilə qabın dibinə bağlanmışdır. İplərdəki gərilmə qüvvələrinin modulları arasındakı münasibəti verir. Deyir ki, kürələrin kütlələri üçün hansı münasibət doğrudur? Bax, yenə də deyirəm, eyni həcmli deyirsə, o zaman bunlara təsir edən Arximet qüvvələri eynidir. Məsələn, birinciyə təsir edən Arximet qüvvəsi də 30 olsun, ikinciyə təsir edən Arximet qüvvəsi də 30 olsun, üçüncüyə təsir edən Arximet qüvvəsi də 30 olsun. Gərilmə qüvvələri üçün T1, T2, T3 verir. Məsələn, birinciyə təsir edən gərilmə qüvvəsi, bax, ip aşağıda olduğu üçün aşağı doğru təsir göstərir. Məsələn, 25 Newton fərz eləyək, buna təsir edən olsun 20 Newton, buna təsir edən olsun, məsələn, nə qədər? 15 Newton. Buradan ağırlıqları tapa bilərik. Ağırlıq aşağı doğru yönəlmirmi? Məsələn, buna 5 təsir etsə, buna 10 təsir edər, buna da 15 təsir edər ki, toplamı 30-a bərabər olsun. Hansı böyükdür? Üçüncü böyükdür. O zaman M3, M2, M1 şəklində sıralanmalıdır. Gəldik 63-cü suala. Mayenin səthində üzən cisimlərin sıxlıqları arasında hansı münasibət doğrudur? Sizə mövzunun əvvəlində demişdim ki, düstur var idi. Necə idi? Rho cisim bölünsün rho maye bərabərdir V batan bölünsün V cisim. Bu düsturdan istifadə edərək biz cisimlərin sıxlıqlarına baxa bilərik. Yazıram, cismin sıxlığı bərabərdir. Cismin həcmini aşağıda yazdım. Mayenin sıxlığı və batan hissənin həcmini də yazdım kəsrin surətində. Buradan biz birinci cismin sıxlığı üçün rho cisim bərabərdir. Rho maye vurulsun, bax rho maye vurulsun V batan bölü V cisim. Hansı hissəsi batıb? Məsələn, tutalım ki, bir hissəsi batıb. Nə qədərindən? 2 hissəsindən, ümumi 2 dənə hissədir, 2 dənəsindən biri batıb. O zaman yaza bilərəm burada. 2 dənəsindən biri batıb, batan hissənin həcmi 1-dir, cismin həcmi isə 2-dir. Bu birinci cismin sıxlığıdır. Birinci cismin sıxlığı. İkinci cismin sıxlığı üçün yaza bilərik. Rho 2 bərabərdir. Rho maye vurulsun. Bax, ümumi batan hissənin həcmi 2-dir. Ümumi həcm isə 3 dənə bölgüdür. 3 dənə bölgü. Yəni, 3 dənəsindən 2 dənəsi batıb. Rho 2-ni tapdıq. Rho maye vurulsun 3-də 2. İndi bunların arasındakı münasibət. Biri rho maye vurulsun 2-də 1-dir. Biri isə rho maye vurulsun 3-də 2-dir. Bir-birinə bölsək nə alınır? Rho 1 bölü rho 2 bərabərdir. Rho 1-in yerinə yaza bilərəm. İndi rho mayelər ixtisar gedəcək. Buna yaza bilərəm 1 bölü 2. Rho 2-nin yerinə isə 2 bölü 3 yaza bilərəm. Buranı da alanda 3 qalxır yuxarı, 4 də aşağıda var. Yəni 2-ni 2-yə vurduq. 4 oldu. 3 bölü 4. Yəni rho 1 bərabərdir 4-də 3, rho 2 şəklində bir şey almış oluruq. Növbəti sualda mayenin səthində üzən cisimlərin sıxlıqları arasında hansı münasibət doğrudur? Birincisi görürük ki, yarısı batıb, yəni 2-də 1-i batıb. O zaman yazıram rho 1 bərabərdir 2-də 1 rho maye. İkinciyə baxırıq, rho 2 bərabərdir 3 dənəsindən 1 dənəsi batıb. O zaman yaza bilərəm 3-də 1 rho maye. İndi buradan nisbət tapsaq, rho 1 bölü rho 2 bərabərdir 1 bölü 2 burada var. Rho 2-nin yerinə isə 1 bölü 3 yaza bilərik. Bu da bərabərdir 3 bölü 2. Rho 1 bölü rho 2-ni 3 bölü 2 tapdıq. Yəni rho 1 bərabərdir
2'də 3 rho 2 şəklində bir şey alınır. Y variantı. Növbəti sualda qab sıxlıqları rho 1 və rho 2 olan və bir-biri ilə qarışmayan mayelərlə doldurulmuşdur. Sıxlığı rho olan cisim şəkildə göstərilən vəziyyətdə tarazlıqdadır. Sıxlıqlar arasında hansı münasibət doğrudur? Bu cismin sıxlığı rho-ya bərabərdirsə, görürük ki, rho 1 mayesində üzür də içərisindədir. O zaman bu rho 1 ilə rho 1 birinə bərabərdir. Rho 2 isə yuxarıdadır. Yuxarıda olanın sıxlığı kiçikdir. Ona görə də belə yazırıq. Rho 1 rho-ya bərabərdir və bunlar rho 2-dən nədir? Böyükdür. O zaman sualımızın cavabı olmalıdır. Baxıram. D variantı. Növbəti sualda burada görürük ki, sıxlığı rho olan cisim rho 2 ilə eyni səviyyədədir. O zaman rho 2 ilə rho bir-birinə bərabərdir. Amma rho 1 aşağıda olduğu üçün bu sıxlıq daha böyükdür. Rho 1 böyükdür, rho 2 və rho'dan. Yəni burada sualımızın cavabı Y variantı olmalıdır. Növbəti sualda birləşmiş qablarda bir-birinə qarışmayan 1, 2, 3 mayelərinin sıxlıqları arasında hansı münasibət doğrudur deyir bizə. Hansı daha aşağıdadırsa, onun sıxlığı daha böyükdür. 1 ilə 2'yə baxıram. Bax, bu hissəyə baxın. Hansı aşağıdadır? 2. O zaman 2'nin sıxlığı 1'in sıxlığından böyükdür. 2 ilə 3'ə baxırıq. Hansı daha aşağıdadır? Görürəm ki, 3 daha aşağıdadır. O zaman 3 də 2'dən böyükdür. Yəni belə sıralanacaq. Rho 3 rho 2'dən böyükdür. Rho 2 də rho 1'dən böyükdür. 3, 2, 1 sualımızın cavabı C variantı. Növbəti məsələdə də eyni qaydada. Bax, 2 yuxarıdadır, 1 isə aşağıda. O zaman 1 2'dən böyükdür. Burada baxanda 2 aşağıdadır, 3 yuxarıda. O zaman 2 də 3'dən böyükdür. Yəni belə sıralanacaqdır. Rho 1 ən böyükdür. Sonra rho 2'dir. Rho 2 də rho 3'dən böyükdür. Rho 1, rho 2, rho 3 şəklində sıralanmalıdır. Növbəti sualda cismin vakuumda çəksi P0'dır. Sıxlığı cismin sıxlığından 3 dəfə kiçik olan mayedə onun çəksi nəyə bərabərdir? Cismin mayedəki çəksi onun vakuumdakı çəksindən Arximed qüvvəsi qədər kiçikdir. Yaza bilərik, bərabərdir. Bax, düsturu davam etdirirəm. MG'nin yerinə yazıram. Rho cisim vurulsun, V cisim vurulsun, J. Arximed qüvvəsinin yerinə isə yazıram. Rho maye vurulsun, V'nin yerinə yazıram. M bölünsün rho cisim vurulsun, J. Bu da bərabərdir. Bax, burada əslində bu MG'ni burada parçalamasaq da olar. Bax, bunu olduğu kimi saxlayıram MG'ni. Burada da MG var, burada da MG var. MG'ni çıxartdım mötərizə xaricinə. MG'ni yazdım burada. Vurulsun, 1 çıxılsın. Mötərizə içərisində nə qaldı? Rho maye bölü rho cisim. Belə bir şey qaldı. Cismin mayedəki çəksi üçün belə yaza bilərik. MG vurulsun, 1 çıxılsın rho maye bölü rho cisim. İndi deyir ki, sıxlığı cismin sıxlığından 3 dəfə kiçikdir. Mayenin sıxlığı deməli cismin sıxlığından 3 dəfə kiçik imiş. O zaman cismin sıxlığı mayenin sıxlığından 3 dəfə böyükdür. Yaza bilərəm bərabərdir. MG vurulsun, 1 çıxılsın, 3 dəfə böyük olduğu üçün 1 bölü 3 yazıram. Bu da bərabərdir. 1'dən 3'də 1 çıxanda 3'də 2 olur. 3'də 2 MG. Yəni MG demək də P0 deməkdir. Yəni vakuumdakı çəki deməkdir. Bu da 3'də 2 P0 deməkdir. Sualımızın cavabı Y variantı olur. Növbəti sualda mayenin sıxlığı cismin sıxlığından 3 dəfə böyükdür. Kütləsi 3 kiloqram olan kürəciyə bağlanmış ipdə yaranan gərilmə qüvvəsini hesablayın. Kütləsi 3 kiloqramdırsa buna 30 Newton ağırlıq qüvvəsi təsir göstərir. Əgər sıxlıqlar 3 dəfə fərqlənirsə, o zaman Arximed qüvvələri də 3 dəfə fərqlənməlidir. Yəni, Arximed qüvvələri deyəndə, yəni Arximed qüvvəsi ilə ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi 30 Newtondursa, o zaman Arximed qüvvəsi bundan 3 dəfə böyük olmalıdır. Yəni 90 Newton olmalıdır. İndi 30 Newton ağırlıq var, 90 Newton Arximed var. İpdə yaranan gərilmə qüvvəsi nə qədər olur? O zaman ipdə yaranan gərilmə qüvvəsi 60 Newton olur ki, 30 ilə 60'ın toplamı 90'a bərabərdir. Bizdən ip gərilməsini soruşurdu. İp gərilməsi 60 Newton'a bərabər olmuş oldu. Cisim mayenin səthində üzür. Bu cismə sıxlığı 2 dəfə böyük olan digər mayedə təsir edən Arximed qüvvəsi batan hissənin həcmi necə dəyişər? Üzür dediyi üçün bunda üzürsə onda da üzəcəkdir. Yəni Arximed qüvvəsi
dəyişməz deməyimiz lazımdır. Orada üzür, burada da üzür fərqi yoxdur. Yəni ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabər olmalıdır. Batan hissənin həcmi yazıram. Arximed qüvvəsi bərabərdir. Rho maye vurulsun V batan vurulsun J. Buradan batan hissənin həcmini tapıram. Yazıram. Rho maye və J məxrəcdə Arximed qüvvəsi də kəsirin surətində. İndi bizə nə deyir? Deyir ki, sıxlığı 2 dəfə böyük. Sıxlığını 2 dəfə artırsaq batan hissənin həcmi 2 dəfə azalar. Yəni sualımızın cavabı B variantı olar. Növbəti sualda gərilmiş ipdən asılmış kürə maye daxilində tarazlıqdadır. Mayenin sıxlığı daha böyük maye ilə əvəz etsək kürəyə təsir edən Arximed qüvvəsi və ipin gərilmə qüvvəsi necə dəyişər? Bu cismə aşağı doğru ağırlıq qüvvəsi təsir göstərir. Yuxarı doğru isə Arximed qüvvəsi və ip gərilməsi təsir göstərir. Arximed qüvvəsi ilə gərilmə qüvvəsinin toplamı aşağı doğru təsir edən ağırlıq qüvvəsinə bərabərdir. Biz əgər buradan gərilmə qüvvəsini tapmaq istəsək, ağırlıq qüvvəsindən Arximed qüvvəsini çıxmağımız lazımdır. Buradan yaza bilərik gərilmə üçün mg çıxılsın, Arximed qüvvəsinin yerinə yazıram. Rho maye vurulsun V vurulsun J. Məsələnin şərtində bizə deyir ki, sıxlığı daha böyük olsun. Sıxlığını artır. Sıxlığını artırsaq ip gərilməsi azalar. Çünki qarşısında mənfi var. Buranı artırırsansa, bura azalır. Deməli, gərilmə qüvvəsi azalar. Arximed qüvvəsi isə artmalıdır. Çünki sıxlığı artırırsansa, Arximed qüvvəsi artır. Yəni, artar, azalar sualımızın cavabı olmalıdır. Kütlələri eyni və həcmləri V3V olan cisimlər maye səthində üzürlər. Onlara təsir edən Arximed qüvvələri üçün hansı münasibət doğrudur? Kütlələri eynidirsə, buna təsir edən ağırlıq qüvvəsi 20-dirsə, buna təsir edən ağırlıq qüvvəsi də 20-dir. Üzürlərsə, buna 20 Newton Arximed təsir edirsə, buna da 20 Newton Arximed təsir etməlidir. Yəni, Arximed qüvvələri bir-birinə bərabərdir. Növbəti məsələdə kütlələri 3 dəfə fərqlənir və üzür deyirlər. Buna 10 Newton Arximed qüvvəsi təsir göstərirsə, buna 30 Newton Arximed qüvvəsi təsir göstərməlidir. Çünki kütlələri 3 dəfə fərqlidir. Ağırlıq qüvvələri 3 dəfə fərqlənir, Arximedlər də 3 dəfə fərqlənməlidir. O zaman F2, 3, F1 olmalıdır. Sıxlıqları eyni, həcmləri fərqli olan cisimlər maye səthində üzürlər. Onlara təsir edən Arximed qüvvələri üçün hansı münasibət doğrudur? M bərabərdir Rho vurulsun V düsturuna əsasən. Sıxlıqları eyni, həcmlər 3 dəfə fərqlənirsə, o zaman kütlələr də 3 dəfə fərqlənməlidir. Yəni bu M-dirsə, bu 3M olmalıdır. Buna 10 Newton ağırlıq qüvvəsi təsir göstərirsə, buna 30 Newton ağırlıq qüvvəsi təsir göstərməlidir. Üzdükləri üçün ağırlıq Arximedə bərabər olmalıdır. 10 Newton ağırlıq varsa 10 Newton da Arximed olmalıdır. 30 Newton ağırlıq varsa 30 Newton da Arximed olmalıdır. Buradan görürük ki, Arximedlər 3 dəfə fərqlənir. Yəni F2, 3, F1-ə bərabərdir. Növbəti məsələdə kütlələrin arasında 2 dəfə fərq var. Yəni bu 2M-dir, bu isə M-dir. Məsələn, buna 20 Newton ağırlıq qüvvəsi təsir göstərirsə, buna 10 Newton ağırlıq qüvvəsi təsir göstərməlidir. Çünki kütləsi 2 dəfə kiçikdir. Arximed ağırlığa bərabər olmalıdır. 10 Newton, buna isə 20 Newton. Gördüyümüz kimi 20 10-dan 2 dəfə böyükdür. Yəni F2, 2 F1-ə bərabərdir. Növbəti sualda, sıxlığı Rho olan cismin həcminin 1/3 hissəsi suya batır. Sıxlığı 2 Rho olan cismin həcminin hansı hissəsi suya batar? Ən əvvəldə dediyim düsturu təkrardan yazırıq. Rho cisim bölü Rho maye bərabərdir. V batan bölünsün V cisim. Hansı hissəsi suya batar? Yəni batan hissənin həcmini hesablamalıyıq. V batan bərabərdir. Rho mayeni məxrəcdə yazıram. Rho cisim, V cismi isə kəsirin surətində yazıram və bu düsturdan biz bir şey fikirləşəcəyik. Sıxlığı nə oldu? Sıxlığı Rho ikən 2 Rho oldu. Yəni nəyin sıxlığı? Cismin sıxlığı. Cismin sıxlığı 2 dəfə artdısa, batan hissənin həcmi də 2 dəfə artdı. Yəni 1/3 hissəsi batırdısa, 2 dəfə artıb 3/2 olmalıdır. Sualımızın cavabı da B variantıdır. Növbəti sualda sıxlığı 10^3 kiloqram bölü kubmetr olan mayenin daxilində cisim tarazlıqda olarsa, onun həcmini hesablayın. Burada 20 Newton qüvvə varsa, burada da 20 Newton qüvvə olmalıdır. Tərpənən blok olduğu üçün buradakı qüvvə 40 Newtondur. Yəni 6 kiloqram kütləli cismi
başqa sözlə 60 newtonluq cismi, çünki ağırlıq qüvvəsi mg'dir. 60 newtonluq cismə təsir edən yuxarı doğru ip gərilməsi 40 newtondur. O zaman yuxarı doğru təsir edən Arximed qüvvəsi alınır 20 newton. Çünki 40 ilə 20-nin toplamı 60 olmalıdır. Arximed qüvvəsi 20 newtondur. Biz buradan cismin həcmini hesablayacağıq. Arximed qüvvəsi bərabərdir rho maye vurulsun V vurulsun J. Buradan cismin həcmi V bərabərdir Arximed bölünsün rho vurulsun J. Buradan V bərabərdir. Arximedi nə qədər tapdıq? 20. Yazdım 20. Mayının sıxlığı 10/3. Bunu yazdım. J'nin qiyməti də 10'dur. Bununla bu getdi. Yuxarıda qaldı 2. 2 bölünsün 10/3 də 1000 deməkdir. Yəni 1000-dəki kub metr. Sualımızın cavabı da A variantı olmalıdır. Gəldik 79-cu suala. Kütlələri M1 bərabərdir 3, M2 bərabərdir 2 olan eyni həcmli cisimlər suyun daxilində tarazlıqdadır. Hansı ifadələr doğrudur? 3 kiloqram kütləli cismə təsir edən ağırlıq qüvvəsi 30 newtondur. 2 kiloqram kütləli cismə təsir edən ağırlıq qüvvəsi 20 newtondur. Məsələnin şərtində nə deyir? Eyni həcmli. Həcmlər bərabərdir. Eyni həcmli deyirsə, o zaman Arximed qüvvələri eynidir. Çünki həcmlər eynidir. Okey. Buna məsələn 10 newton Arximed qüvvəsi təsir göstərirsə, buna da 10 newton Arximed qüvvəsi təsir göstərməlidir. Qiyməti özümdən deyirəm ki, başa düşə biləsiniz. İndi ip gərilmələrini hesablayaq. Aşağı nə qədər var? 30. Yuxarı nə qədər var? 10. İp gərilməsi nə qədər oldu? 20 newton. Aşağı nə qədər var? 20. Yuxarı nə qədər var? 10. İp gərilməsi nə qədər oldu? 10. Vəssalam. 10 newton. Gəlin indi burada cavablara baxaq. Birinci cismə təsir edən itələyici qüvvə ikinci cismə təsir edən itələyici qüvvədən azdır, çoxdur. Bunlar yanlışdır. İtələyici qüvvə Arximed qüvvəsidir. Biz də dedik ki, nə dedik bayaq? Arximedlər eynidir, çünki həcmlər eynidir dedik. O zaman bu birinci və ikinci variantlar yanlışdır. İtələyici qüvvələr bərabər olmalıdır. Bu birinci növbədə. Daha sonra ip gərilmələri. İp gərilmələri birincidə 20'dir, ikincidə 10'dur. O zaman birincidə olan ip gərilməsi daha çoxdur. Birinci ipin gərilmə qüvvəsi ikinci ipin gərilmə qüvvəsindən çoxdur. O zaman sualımızın cavabı 3 və 4 olmalıdır. Gəldik 80-ci suala. Bir cins maye daxilində olan və bərk cisimdən hazırlanmış kub bir vəziyyətindən iki vəziyyətinə gəldikdə hansı ifadələr doğrudur? Bir vəziyyətində olanda cisim tam batmışdırmı? Bəli. Bəs iki vəziyyətində olanda orada da tam batmışdır. Əgər cisim tam şəkildə batıbsa, onun hansı hündürlükdə olmasının önəmi yoxdur. İstəyirsən yuxarıda olsun, istəyirsən aşağıda olsun. Ona təsir edən Arximed qüvvəsi dəyişməz. Yəni buradakı Arximedlər bir-birinə bərabərdir. Sonra nə deyir? Mayenin kubun üst səthinə göstərdiyi təzyiq qüvvəsi artar. Bəli, artar. Niyə? Çünki dərinlik artdı. 1-dən 2-yə gedəndə daha dərinə düşdü. Daha dərinə düşdüsə hidrostatik təzyiq artdı. Hidrostatik təzyiq artdısa, hidrostatik təzyiq qüvvəsinin də artması lazımdır. Yəni sualımızın cavabı 3-4 olmalıdır. Növbəti sualda da eyni qaydada. 1-dən 2-yə gələndə, bayaq dediyim kimi, cismin hansı dərinlikdə olmasının önəmi yoxdur. Əgər cisim maye daxilində tam batmışdırsa, ona təsir edən Arximed qüvvəsi dəyişməz. Bu birinci növbədə. İkincisi, aşağıdan yuxarıya gəldisə dərinlik azaldı. Dərinlik azaldısa hidrostatik təzyiq azaldı. Hidrostatik təzyiq azaldısa 5-ci variant doğrudur. Yəni sualımızın cavabı 3-5 olmalıdır. Növbəti sualda mayedə tarazlıqda olan eyni kütləli cisimlər təsvir edilib. Bax, deyir ki, eyni kütləli. Kütlələrin eyni olması bizə nəyi xatırladır? Biz deyirik ki, tarazlıqdadırsa, o zaman ona təsir edən Arximed ağırlığa bərabər olmalıdır. Yəni buna 20 təsir edirsə, kütlələri eyni olduğu üçün buna da 20 ağırlıq təsir edir. Buna da 20 newton ağırlıq qüvvəsi təsir göstərir. Tarazlıqdadırsa Arximedlərin də 20 olması lazımdır. Yəni hər birinə 20 newton Arximed qüvvəsi təsir göstərir. Bu birinci növbədə. Sonra mayedə çəksi sıfıra bərabərdir deyir.
Bəli, cisimlərin mayedə çəkisi sıfıra bərabərdir. Niyə? Çünki deyir ki, tarazlıqdadır. Ya tarazlıqda deyirsə, ya da üzür deyirsə, o zaman avtomatik olaraq cisimlərin mayedəki çəkisini sıfıra bərabər götürün. Çünki ağırlıq və arximetrlər bərabərdir. Bərabərdirsə çəki sıfırdır. 3 doğrudur. Sonra 4-də burada fərqlidir. Deyir ki, cisimlərin sıxlıqları eynidir. Eyni ola bilməz. Tamam, 1 ilə 2-nin sıxlığı bərabərdir. Amma 3 axı mayədən kənardadır. Ona görə 3-ün sıxlığı daha kiçikdir. Yəni burada 6-cı variant doğru olmalıdır. 5-ci variant deyil. Ona görə də sualımızın cavabı olmalıdır. 1, 3, 6. Növbəti sualda da eyni söhbətdir. Burada da tarazlıqdadırsa, o zaman bunlara təsir edən arximet qüvvələri bərabər olmalıdır. Vəssalam. Amma bir şey var. Bir şey var burada. Mayedə tarazlıqda olan eyni həcmli. Burada kütlələri eyni demir. Bayaqki məsələdə eyni kütləli deyirdi. Burada eyni həcmli deyir. Burada 1 ilə 2-nin həcmləri tam batıb. Amma 3-ün biraz kiçik hissəsi batıb. Yəni az hissəsi batıb. 1 ilə 2 tam batdığı üçün bununla təsir edən arximet qüvvələri bərabərdir. Amma 3-ün az hissəsi batdığı üçün 3-ə təsir edən arximet qüvvəsi biraz kiçikdir. Yəni 2 doğrudur burada. 1 yanlışdır. Sonra tarazlıqda olan deyirsə və yaxud üzür deyirsə, bu cisimlərin mayedəki çəkisi sıfıra bərabərdir. Yəni 3-cü variant doğrudur burada. 4-cü variant doğru deyil. Cisimlərin sıxlıqları eynidir deyir. Eyni ola bilməz. Cisimlərdən 1 ilə 2-nin sıxlığı bərabər ola bilər. 3-ün sıxlığı bunlardan kiçikdir. Çünki 3 mayedən kənardadır. Ona görə də ρ1, ρ2, ρ3 şəklində ρ1 ilə ρ2 bərabərdir. 3 isə bunlardan kiçikdir. Yəni sualımızın cavabı 2, 3, 6 olmalıdır. Növbəti sualda deyir ki, cismə təsir edən ağırlıq qüvvəsi 50 Newtondur, arximet qüvvəsi 20 Newtondur. Deyir ki, ipin gərilmə qüvvəsini hesablayın. Buradakı ipin gərilmə qüvvəsi 30 Newton olmalıdır. Çünki 20 ilə 30-un toplamı 50-dir. Deməli, ipin gərilmə qüvvəsi 30 Newtona bərabərdir. Davam edirik 85 ilə. Deyir ki, ipin gərilməsi 30-dur, ağırlıq qüvvəsi 50-dir. Ağırlıq qüvvəsi 50-dir. Cismə təsir edən arximet neçədir? Cismə təsir edən arximet də 20 olmalıdır. Çünki 20 ilə 30-un toplamı 50-yə bərabərdir. Bizdən nəyi soruşurdu? Arximedi soruşurdu. Arximet 20 Newtona bərabərdir. Növbəti sualda deyir ki, mayenin sıxlığını hesablayın. Rho maye bərabərdir. Arximet qüvvəsi bölünsün V vurulsun J. Buradan rho maye bərabərdir. Arximet qüvvəsi 1,8 kN, yəni 1800 Newton. Bölünsün. Həcmi 0,2. Sərbəst düşmə təcilinin qiyməti 10. Bu da bərabərdir. 1800-ü bölürük 2-yə. 1800-ü 2-yə böləndə alınır mayenin sıxlığı 900 kiloqram bölü kub metr. Növbəti sualda da mayenin sıxlığı istəyir. Mayenin sıxlığı bərabərdir. Arximet qüvvəsi bölünsün. Həcm vur sərbəst düşmə təcili. Bu da bərabərdir. Arximet qüvvəsi 2,8 kN. Bu 2800 Newton deməkdir. Bölünsün. Həcmin qiyməti 0,4. J'nin qiyməti də 10. Bu da bərabərdir. 2800 bölünsün 4. O da bərabərdir. 700 kiloqram bölünsün kub metr. 88. Cismin vakumdakı çəkisi sudakı çəkisindən 1,5 dəfə çoxdur. Cismin sıxlığını hesablayın. Belə yaza bilərik. Deməli, cismin vakumdakı çəkisi sudakı çəkisindən 1,5 dəfə çox imiş. Yəni, mg bərabərdir 1,5 pm. Yəni, bu sudakı çəkisidir. Buradan bir mg bərabərdir. 1,5'i yazdım. Mayedəki çəkisi hansı düsturla hesablanır? Mayedəki çəkisi hesablanır. Mg çıxılsın Fa, yəni arximet qüvvəsi. Buradan bizə nə lazımdır? Buradan bizə lazımdır cismin sıxlığı. Yazıram mg bərabərdir 1,5 mg
çıxılsın FA. Buradan FA bərabərdir 1,5 1,5 1,5'e vururuqsa buranın da 1,5'e vurulması lazımdır. Yəni 1,5 FA yazmağımız lazımdır. Buradan ala bilərik 1,5 FA bərabərdir. Yəni Arximet qüvvəsi bərabərdir. 1,5 mg'dən mg'ni çıxarıq. Olar 0,5 mg. 1,5 FA. Təkrardan yazıram. 1,5 FA bərabərdir 0,5 mg. Buradan nisbət tapsaq əgər mg bölünsün FA bərabərdir 1,5 bölünsün 0,5. Yəni bu da 3'ə bərabərdir. Ağırlıq qüvvəsinin Arximet qüvvəsinə nisbəti 3'ə bərabərmiş. İndi buradan mg'nin yerinə yaza bilərəmmi? Rho cisim vurulsun V cisim vurulsun J. Arximet qüvvəsinin yerinə də yaza bilərəm. Rho maye vurulsun V cisim vurulsun J. Bərabərdir 3'ə. Buradan nisbəti, bunlar ixtisar getsə, V cisim J'lər ixtisar getsə, alırıq belə bir şey. Rho cisim bölünsün Rho maye bərabərdir 3. Bizə cismin sıxlığını istəyir. Cismin sıxlığı deməli buradan yaza bilərik ki, cismin sıxlığı bərabərdir 3 Rho maye. Cismin sıxlığı bərabərdir. Suyun sıxlığı 1000'dirsə, buradan cismin sıxlığı 3'ü 1000'ə vururuq, olur 3000. Cismin sıxlığı 3000'ə bərabərmiş. Davam edirik növbəti məsələ ilə. Yəni 89-cu məsələ ilə. Cismin maydəki çəkisi onun vakumdakı çəkisindən 4 dəfə azdır. Cismin sıxlığını hesablayın. Vakumdakı çəkisindən 4 dəfə az imiş. Yəni vakumdakı çəkisi onun mayədəki çəkisindən 4 dəfə çoxdur. Yazıram mg bərabərdir 4 vurulsun. Cismin mayədəki çəkisi üçün də yazıram. mg çıxılsın fa. Buradan mg bərabərdir 4 mg çıxılsın 4 fa. Buradan 4 mg'dən birdən mg'ni çıxanda 3 mg qalır. Yəni 4 fa bərabərdir 3 mg. Buradan deməli yaza bilərik fa bölünsün mg bərabərdir 3 bölü 4. Biz Arximet qüvvəsinin yerinə yaza bilərik. Rho maye vurulsun V vurulsun J. mg'nin yerinə də yaza bilərik. Rho cisim vurulsun V vurulsun J. Bu da bərabərdir 3 bölü 4. VJ'ləri ixtisar aparıram. Buradakı VJ, buradakı VJ getdi. Bizə cismin sıxlığı lazımdır. Cismin sıxlığı bərabərdir 4'də 3 vurulsun mayenin sıxlığı. Mayenin sıxlığı 900'ə bərabərdir. Deməli biz nə edirik? Mayenin sıxlığı deməli belə 4'də 3 yox, bu olmalıdır 3'də 4. 3'də 4 Rho maye. Deməli buradan cismin sıxlığını tapanda 900'ü, yəni mayenin sıxlığını vururuq 3'də 4'ə. Bu da bərabərdir 1200 kilogram bölünsün kub metr. 90-cı sualla davam edirik. Deyir ki, cismin mayədəki çəkisi onun vakumdakı çəkisindən 3 dəfə azdır. Cismin sıxlığını hesablayın. Eyni cür həll olunacaq bu məsələdə. Deməli burada yaza bilərik cismin vakumdakı çəkisi mayədəki çəkisindən 3 dəfə böyük. 3 pm. O zaman buradan mg bərabərdir 3 vurulsun. Mayədəki çəki üçün də yaza bilərik. mg çıxılsın f Arximet. Buradan mg bərabərdir 3 mg çıxılsın 3 fa. Yəni möhtərizəni açdıq. mg'dən 3 mg. 3 mg'dən mg'ni çıxdıq. Qaldı 2 mg bərabərdir 3 fa. Buradan mg bölünsün fa bərabərdir. Deməli mg ilə 2 vurulur. Bunu bura yazdım. Bunu da bura yazdım. mg'nin yerinə yaza bilərəm. Rho cisim vurulsun V cisim vurulsun J. Arximedin yerinə də yaza bilərəm. Rho maye vurulsun V cisim vurulsun J. Bu da bərabərdir 3 bölü 2. Buradan VJ'ləri aparandan sonra biz nəyi tapa bilərik? Cismin sıxlığını tapa bilərik. Rho cisim bərabərdir 2'ni burada yazdım. 3 Rho mayeni də burada yazdım. 2'də 3 vurulsun mayenin sıxlığı 800.
Bu da bərabərdir. 800 ilə 2-ni aparsaq 400, 400-ü də 3-ə vuranda alınır 1200. Cismin sıxlığı 1200-ə bərabərmiş. Gəldik 91-ə. İpin T gərilmə qüvvəsi 1,5 kg kütləli kürəyə təsir edən ağırlıq qüvvəsindən 3 dəfə kiçikdir. Kürəyə təsir edən Arximed qüvvəsi neçə newtondur? 1,5 kg kütləli cisimdirsə, bunun ağırlığı nə qədərdir? Yəni mg'si. 15 newton deyilmi? O zaman cismə təsir edən ağırlıq qüvvəsi 15 newtondur. Deyir ki, gərilmə qüvvəsi ağırlıq qüvvəsindən 3 dəfə kiçikdir. Yəni bizə demək istəyir ki, ağırlıq qüvvəsi 15-dirsə, gərilmə qüvvəsi 5 newtondur. Buradan biz Arximed qüvvəsini təyin edə bilərik. 5 ilə 15-in toplamı, yəni buradan Arximed qüvvəsi 20 newtona bərabərdir. Növbəti sualda kütləsi 200 qram olan metal kürəcik suda şaquli aşağı düşür. Kürəciyə təsir edən 0,3 newton Arximed qüvvəsi, 0,2 newtonda mayenin müqavimət qüvvəsi təsir göstərir. Kürəciyin təcilini hesablayın. Bax, kürəciyə 0,3 newton Arximed qüvvəsi təsir göstərirmiş. 0,2 newtonda mayenin müqavimət qüvvəsi. Kürəcik aşağı düşdüyü üçün mayenin müqavimət qüvvəsi də yuxarı, yəni hərəkətin əksinə təsir göstərməlidir. Aşağı doğru da ağırlıq qüvvəsi var da. Kütləsi 200 qram, bu 0,2 kiloqram deməkdir. Bunu da J'yə vuranda, yəni 10'a vuranda alınır 2 newton. Yəni ağırlıq qüvvəsi 2 newtondur. O zaman buradan təcili hesablamaq istəsək, 2 newton aşağı, 0,5 newton da yuxarı. Yazdım 2 çıxılsın 0,5 bölünsün kütlə. Çünki təcili hesablayarkən əvəzləyici qüvvəni kütləyə bölmək lazımdır. 2 çıxılsın 0,5 bölünsün kütlə də 200 qramdır. Yəni 0,2 kiloqramdır. Bu da bərabərdir 1,5 bölü 0,2. Yəni 15 bölü 2 deməkdir. 15'in də yarısı 7,5 metr bölü saniyənin kvadratıdır. 93'də. Metal kürəciyi sıxlığı 2 qram bölü kub santimetr olan mayeyə tam batırdıqda çəkisi 1,25 dəfə azalır. Metalın sıxlığını hesablayın. Deyir ki, çəkisi 1,25 dəfə azalır. Yəni cismin mayedəki çəkisi onun vakumdakı çəkisindən 1,25 dəfə kiçikdir. Onu demək istəyir bizə. Buradan nə yaza bilərik? Buradan yaza bilərik. mg bərabərdir 1,25 pm. Cismin mayedəki çəkisi də vakumdakı çəkisindən Arximed qüvvəsi qədər azdır. Aha. Buradan yaza bilərik. mg'nin yerinə 1,25 pm yazsaq, bax pm'i olduğu yerdə saxlayıram. mg'nin yerinə yazıram 1,25 pm çıxılsın fa. Aha. Buradan FA-nı tapsaq, Arximed qüvvəsi bərabərdir 1,25 pm-dən bir dənə pm-i çıxanda qalır 0,25 pm. Yəni cismin mayedəki çəkisi. Arximed qüvvəsi ρ maye vurulsun V vurulsun J düsturuyla hesablanır. Bərabərdir 0,25 vurulsun pm. PM'in yerinə də mg bölünsün 1,25 yaza bilərəm. Burada yazıram mg. Yəni ρ cisim vurulsun V vurulsun J bölünsün 1,25. Buradan ixtisarlarımızı aparsaq, VJ'lər getdi. Nə qaldı geriyə? ρ cisim bərabərdir. ρ cisimdən 0,25 vurulur. Bunu yazdım burada. 1,25'dən də ρ mayeni vururuq. 1,25 vurulsun ρ maye. 1,25'i 25'e böləndə, yəni 125'i 25'e böləndə alınır 5. Bu da bərabərdir 5 ρ maye. Təkrardan yazıram. ρ cisim bərabərdir 5 ρ maye. Yəni cismin sıxlığı mayenin sıxlığından 5 dəfə çox imiş. Bu da bərabərdir 5 vurulsun. Mayenin sıxlığı 2, 5'i də 2'ye vurduq. Cismin sıxlığı buradan alındı. 10 qram bölü kub santimetr. Gəldik 94-cü suala. Müəyyən kütləli dəmir cismi suyun daxilində müəyyən hündürlüyə bərabər sürətlə qaldırmaq üçün tətbiq olunan dartı qüvvəsinin işi Arximed qüvvəsinin gördüyü işdən neçə dəfə çoxdur? Bərabər sürətlə qaldırmaq üçün deyir. Bərabər sürətlə qaldırırıqsa o zaman burada əvəzləyici qüvvə sıfıra bərabərdir.
Burada belə deyək. Cismə təsir edən ağırlıq qüvvəsi rho cisim vurulsun V vurulsun J şəklində yazılır. Bu da dəmirin sıxlığı nə qədərdir? 8000. Yəni 8000 VJ şəklində yazıla bilər ağırlıq qüvvəsi. Arximet qüvvəsi isə rho maye vurulsun V vurulsun J. Mayenin sıxlığı isə 1000'dir. Yəni bu 1000 VJ şəklində yazıla bilər. İndi bizə deyir ki, bərabər sürətlə qaldırmaq üçün 8000 VJ aşağı var. 1000 VJ də yuxarı var. O zaman dartı qüvvəsi nə qədər olur? 7000 VJ olmaz mı? 8000 aşağı varsa, 1000 yuxarı varsa, bir dənə də 7000 yuxarı olmalıdır ki, bərabər sürətlə qaldırılsın. İndi Arximet qüvvəsi nə qədər? 1000. Dartı qüvvəsi 7000. Neçə dəfə çoxdur? 7 dəfə çoxdur. Gəldik 95-ci suala. Göldə tili 0,1 metr olan çəkisi nəzərə alınmayan kubun daxilində 2 kiloqram kütləli cisim var. Kublar bir-birinə uzunluğu L bərabərdir A olan iplə bağlanmışdır və göstərildiyi kimi tam bataraq tarazlıqdadır. Onları bərabər sürətlə sudan tamamilə çıxartdıqda yekun Arximet qüvvəsinin işini hesablayın. Baxın, tili 0,1'dir. Yəni burada 0,1'dir, burada 0,1'dir, burada 0,1'dir. Bunların hamısı 0,1'dir. Hətta buradakı ipdə də ipin uzunluğu da 0,1'dir. İndi birinci növbədə biz bunların həcmini tapırıq. V bərabərdir 0,1'in kubu. Bu da 10 üstü mənfi 1'in kubu 10 üstü mənfi 3'dür. Yəni bu 10 üstü mənfi 1'dir. 10 üstü mənfi, yəni 0,1'in kubu 1000'də 1 kubmetr deməkdir. Gəlin Arximet qüvvəsini hesablayaq. Rho maye vurulsun V vurulsun J. Mayenin sıxlığı suyun sıxlığı. Düzdür, burada verməyiblər. Suyun sıxlığı 10 üstü 3'dür. Burada yazıram 10 üstü 3. Vurulsun V'nin qiyməti 10 üstü mənfi 3. J'nin qiyməti də 10. Bunları bir-birinə vuranda Arximet qüvvəsi alınır 10 Newton. Buna da 10 Newton Arximet qüvvəsi təsir göstərir. Buna da 10 Newton Arximet qüvvəsi təsir göstərir. İkisinin bir yerdə toplamı nə qədərdir? 20 Newtondur. O zaman yazıram Arximet qüvvəsinin yer dəyişmədən asılılığı. Birinci növbədə ikisinə bir yerdə 20 Newton ağırlıq qüvvəsi, daha doğrusu Arximet qüvvəsi təsir göstərir. Amma biz bu cismi yuxarı doğru dartanda təsir edən Arximet qüvvəsi get-gedə azalır. Çünki batan hissənin həcmi azalır. Get-gedə Arximet qüvvəsi azalır. Neçəyə qədər? Bu 10 Newtona qədər. Yəni bu tamamilə sudan çıxdısa, yalnız aşağıdakına Arximet qüvvəsi təsir göstərir və bu 10 Newtona bərabərdir. Nə qədər yuxarı çəkdik? 0,1 yuxarı çəkdik. Buraya yazıram 0,1. Sonra bu ipi yenə yuxarı çəkirik. Yenə 0,1 çəkirik və bu cisim aşağıda olduğu üçün, hələ suyun səthinə çıxmadığı üçün buna təsir edən Arximet qüvvəsi bu hissədə dəyişmir. Yəni 10 olaraq qalır. Sonra yəni 0,1 daha çəkdik. Bura oldu 0,2. Sonra burada aşağıdakı cismi də artıq sudan çıxarırıq. Yəni aşağıdakı cisim də yuxarı gəldi, çatdı. Aşağıdakı cisim də bura gəldi, çatdı. Bunu da sudan çıxardırıq. Artıq 10 Newton Arximet qüvvəsi də get-gedə azalır. Azalır. Bura neçə olur? 0,1 yenə yuxarı dartdıq. Yəni bura oldu 0,3. Bu da oldu Arximet qüvvəsinin yer dəyişmədən asıllıq qrafiki. Və biz bilirik ki, qüvvənin yer dəyişmədən asıllıq qrafikində fiqurun sahəsi görülən işə bərabərdir. Yəni biz buradakı fiqurun sahəsini taparaq Arximet qüvvəsinin gördüyü işi hesablaya bilərik. Buradakı fiqurun sahəsini tapırıq və bu fiqurun sahəsi olur 3. Yəni Arximet qüvvəsinin gördüyü iş 3 Joule'a bərabərdir. Fiqurun sahəsini necə tapa bilərsiniz? Bax, burada bir dənə bu hissədə. Göstərim bir dənə. Burada düzbucaqlı var. Düzdürmü? Düzbucaqlının sahəsi necə tapılır? N-ni vururuq uzununa. Yəni onu vururuq 0,2'yə. Buraya eləyirəm 2 Joule. Elədi. Sonra bu hissədə bir də bu hissədə də üçbucaqlar var. Bu üçbucaqların da sahəsini tapırsınız. Bunların hər biri də alınır 0,5. 0,5 bura, 0,5 də bura. Bu ikisinin toplamı da 1'dir. Yəni 2 ilə 1'i də topluyorsunuz. Alınır görülən iş 3 Joule. Bilal müəllimin YouTube kanalına abunə olub,
videolarını bəyənək. Çocuklar, təşəkkürlər. 97-ci sualla davam edirik. Mayenin daxilindəki yayın bir ucu qabın dibinə, digər ucu isə 10 kiloqram kütləli cismə bağlanıb. Başlanğıc anda cisim mayəyə toxunmur. Qaba maye əlavə edilir və cisim mayədə tam batdıqda yay deformasiya olunmamış vəziyyətə gəlir. Deməli, bizdə soruşur ki, cisim mayəyə tam batana kimi Arximed qüvvəsinin işini hesablayın. Sərtliyi də verib 2 kilonewton bölünsün metr. Baxın, sərtliyin qiyməti K bərabərdir 2000, yəni 2 kilonewton bölün metr demək, 2000 newton bölün metr deməkdir. Kütlənin qiymətini verir 10 kiloqram. Düzdürmü? Biz buradan yaza bilərik. Cismə aşağı doğru ağırlıq qüvvəsi təsir göstərir. mg. Yuxarı doğru da elastiklik qüvvəsi təsir göstərir. Birinci halda, deməli, qab maye əlavə edilir və cisim mayədə tam batdıqda yay deformasiya olunmamış vəziyyətə gəlir. Yəni, burada cisim sıxılmış vəziyyətdədir. Maye cismi yuxarı qaldırdıqca cisim əvvəlki halına qayıdır. Və burada artıq elə bil ki, cismə təsir edən ağırlıq qüvvəsi ilə elastiklik qüvvəsini biz bir-birinə bərabər edə bilərik. Çünki bu halda Arximed qüvvəsi yoxdur. Cisim mayəyə batdıqca Arximed qüvvəsi təsir göstərir və daha sonra, məsələn, delta x qədər sıxılmışdırsa, yuxarı qalxanda artıq həmən delta x qədər sıxılma sıfıra bərabər olur. Yəni, elastiklik qüvvəsi sıfıra bərabər olmuş olur. O zaman biz yaza bilərik, mg bərabərdir k vurulsun delta x. Düzdürmü? Buradan biz nəyi tapa bilərik? Delta x'i tapa bilərik. Delta x bərabərdir. K-nı yazdım burada, mg-ni də yazdım yuxarıda. Buradan delta x bərabərdir. Kütlənin qiyməti 10. Vurulsun. Sərbəst 10 yazdım bunu. 10. Vurulsun. Sərbəst düşmə təcilinin qiyməti də 10-dur. Bölünsün. Sərtliyin qiyməti də 2000. Bu da bərabərdir. Buradakı 2 dənə sıfırdan buradakı 2 dənə sıfıra apardım. 1 bölü 20 oldu. 1 bölü 20 demək 0,5 metr deməkdir. Bu delta x'in qiymətidir. Amma burada diqqətli olmaq lazımdır. Bizə deyir ki, bizə məsələnin şərtində deyir ki, Arximed qüvvəsinin işini hesablayın. Arximed qüvvəsi başlanğıc anda sıfıra bərabəridir. Çünki deyir ki, başlanğıc anda cisim mayeyə toxunmur. Cisim mayeyə toxunmursa, o zaman burada Arximed qüvvəsi sıfıra bərabərdir. Sıfırdır başlanğıc anda. Sonra get-gedə Arximed qüvvəsi artır. Arximed qüvvəsi get-gedə artır və bir nöqtədə artıq Arximed qüvvəsi ilə ağırlıq qüvvəsi tarazlaşır. Çünki artıq elastiklik qüvvəsi yoxdur. Arximed qüvvəsi ağırlıq qüvvəsi ilə tarazlaşır. Ağırlıq qüvvəsi nə qədərdir? Kütləsi 10 kiloqram olduğu üçün buna təsir edən ağırlıq qüvvəsi 100 newtondur. Və Arximed qüvvəsi də 100 newton qiymətinə qədər artır. Nə qədər uzanma var? Uzanma miqdarı 0,5'dir. Yəni cismin yer dəyişməsi 0,5'dir. Buradan biz görülən işi tapmaq üçün, yəni Arximed qüvvəsinin gördüyü işi tapmaq üçün fiqurun sahəsini tapmalıyıq. Buradakı fiqur da düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün də katetləri vururuq bir-birinə, bölürük 2-yə. Bu da eləyir 5 bölü 2, 5'i də 2-yə böləndə alınır 2,5 joule. Vəssalam. Keçirik 98-ci suala. 98-ci sualda da eyni şərtlərdir. Burada cisim mayeyə tam batana kimi ağırlıq qüvvəsinin gördüyü işi soruşur. Ağırlıq qüvvəsi dəyişirmi, gözəl insanlar? Ağırlıq qüvvəsi dəyişməz. Yəni, cisim istəyir mayeyə batsın, istəyir mayədən çıxsın, fərqi yoxdur. Ağırlıq qüvvəsi sabitdir və ağırlıq qüvvəsinin qiyməti 10 vurulsun 10, yəni 100 newtondur ağırlıq qüvvəsinin qiyməti. Ağırlıq qüvvəsi dəyişmir. Nə qədər yayın uzanma miqdarı var? Daha doğrusu sıxılması başlanğıcında nə qədər yay sıxılmışdı? Delta x bayaq hesablamışdıq. 0,5 metr. Deməli, bu cisim artıq 0,5 metr yuxarı qalxacaq. Su bunu yuxarı qaldıracaq. O zaman ağırlıq qüvvəsinin işini, modulunu hesablamaq üçün, əslində baxanda bu cisim yuxarı qalxırsa, ağırlıq qüvvəsi mənfi iş görür. Amma modul deyirsə, o zaman biz müsbət götürürük. Yəni 100'ü vururuq 0,5'ə. Buradan da ağırlıq qüvvəsinin gördüyü iş alınır 5 joule. Növbəti sualda deyir ki,
cisim maye tam batana kimi elastiklik qüvvəsinin işini hesablayın. Cisim maye tam batana qədər. Deməli, birinci növbədə nə deyir? Cisim maye toxunmur deyir və qaba maye əlavə edilir. Su əlavə edilir. İlk növbədə biz deyə bilərik ki, burada yayda müəyyən qədər sıxılma var. Çünki bu cisim bu yayın üzərinə çökmüşdür və bu yayı sıxmışdır. Cisim yuxarı doğru qalxdıqca bu yay get-gedə deformasiya olunmamış hala qayıdır. Yəni elastiklik qüvvəsi get-gedə azalır. Çünki birinci növbədə yay sıxılıb, yayda elastiklik qüvvəsi var. Sonra deformasiya etməmiş hala gəlirsə, elastiklik qüvvəsi sıfıra düşür. Yəni demək istədiyim odur ki, başlanğıc halda elastiklik qüvvəsi var və həmən elastiklik qüvvəsi ağırlıq qüvvəsi ilə tarazlaşmışdır. Sonra isə həmən elastiklik qüvvəsi get-gedə azalır və sıfıra düşür. Elastiklik qüvvəsi ağırlıq qüvvəsinə bərabərdirsə, o zaman 100 Newtona bərabərdir deyə bilərik. Yəni başlanğıc halda elastiklik qüvvəsi 100-dür. Sonra isə elastiklik qüvvəsi get-gedə azalır. Sıfıra qədər azalır. O zaman mən burada yazaram elastiklik qüvvəsi, burada da yazaram yer dəyişmə. Nə qədər yer dəyişmə eləyib? Digər məsələlərdəki kimi burada da mc bərabərdir kx-dən x-i tapsaq, 0,5 metr yer dəyişmə icra etdiyini deyərik. Buradan da qüvvənin işini hesablamaq üçün fiqurun sahəsindən istifadə olunur. Bax, buradakı fiqurun sahəsi yenə də 3 bucaqdır. 3 bucağın sahəsini hesablamaq üçün də katetlərini vururuq bir-birinə, bölürük 2-yə. Bu da bərabərdir, alınır 2,5 joule. Yəni elastiklik qüvvəsinin gördüyü iş də 2,5 joule-a bərabərdir. 100-cü sualda. Sıxlığı rho olan mayedə tarazlıqda olan 3 cisim və onların sıxlıqları arasında uyğunluğu müəyyən edin. Deməli, belə yaza bilərik. Mayenin sıxlığı rho-ya bərabərdirsə, burada hansı hissəsi batıb? Birinciyə baxırıq. 3 dənə bölmədən 2 dənəsi batıb. O zaman birincinin sıxlığı rho1 bərabərdir. 3 dənədən ikisi batıbsa yaza bilərik. 3-də 2 rho. Yəni birinciyə B variantı uyğun gəldi. İkinciyə tam hissəsi batmayıb mı? O zaman bu elə ikincinin sıxlığı elə rho-ya bərabərdir. O zaman buna A variantı yaza bilərik. Üçüncüsü 3 bölmədən, bax 3 dənə bölməsi var. Batan hissəsi isə 1 dənədir. 3 dənəsindən biri batıb. O zaman rho 3 yaza bilərik. 3-də 1 rho. Yəni rho bölü 3. Bu da Y variantında verilmişdir. Deməli 1B, 2A, 3-də isə Y variantı olmalıdır. Beləliklə, bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.